Söz sizdə, buyurun. Teşekkür ederim hamınıza. Yani başa düşürəm, çok yoruldu. İnşallah Allah'ın köməkliyi Hakan Bey yəqin buradadır. Allah'ın köməkliyi bu imtihanda da biz çıxacağıq. Benim size dediklerim neden ibarettir dostlar? Yani siz bilirsiniz ki Erasmus Bey'in sədrlik müddəti başa çatır. Parlamentimizin karşısında da çok ciddi dönem başlayır. Evvela 3 həftədən sonra rəsmi seçkilərdir. Sonra 3 həftəliklə bağlı sədrlik məsələsinin mənə ötürülməsi, bu məsələlər çox mübahisəlidir. Eyni zamanda parlamentin qabağında, qarşıdakı Aşpa sesiyasında ciddi şəkildə təmsil olunmaq məsələsi var. Eyni zamanda rəyasət heyətində istəsək də, istəməsək də böhran vəziyyəti var. Rəyasət heyətində yəni ürəkdən bütün zehni güclə, zehniyyətlə, motivasiya ilə işləmək imkanları məhdudlaşıb, səmimiyyətlə bağlı problemimiz var. Ona görə rəyasət heyətinin bugün təklif etdiyi gündəliyin etiraza səbəb olması da məni burada sizin qarşınızda çıxış etməyə vadar etdi. Əgər rəyasət heyətinin verdiyi, təklif etdiyi gündəlik təsdiq olunmursa, deməli rəyasət heyətinə etimad məsələsi avtomatik olaraq gündəmə gəlməlidir. Buna görə mən nə təklif edirəm? Birincisi, indiki məqamda, indiki potensialda seçkiyə getmə imkanlarımız məhduddur. Seçkinin vaxtının uzadılması. Bu birinci məsələ. İkincisi, rəyasət heyətinə etimad və yaxud da ki, yeni rəyasət heyətinin tərkibinin seçilməsi. Rəyasət heyətiniz legitimlik şübhə altındadır. Bu legitimliyi şübhə altına alan bayırda olan insanlar da var, daxildə olan insanlar da var. Bunu aradan qaldırmaq üçün yeni rəyasət heyəti formalaşmalı. Üçüncüsü, biz əgər profesional şəkildə, güclü şəkildə Aşpanın sesiyasında hazırlaşmaq istəyiriksə, orada təmsil olunmaq istəyiriksə, əlavə potensiala ehtiyacımız vardır. Mən düşünürəm ki, rəyasət heyətinin indiki tərkibi ən yaxşı halda Aşpa sesiyası ilə məşğul olmalıdır, yeni rəyasət heyəti seçilməlidir. Və Aşpada təmsilçiliklə bağlı da, sabah Aşpada təmsilçiliklə əlaqədar olaraq rəyasət heyətinə sizi inandırıram ki, kütləvi şəkildə Azərbaycanın özündə, Azərbaycan Xalq Parlamenti ilə, parlamentin legitimliyi, məxsusən rəyasət heyətinin legitim olmaması ilə bağlı şikayətlər olacaq. Xeyli zəhmətkeş məktubları göndəriləcək. Tüm bunların qarşısını almaq üçün, burada legitimliyi təmin etmək üçün yeni rəyasət heyəti seçilməlidir. Mənim təklifimdir. Dostlar da öz təkliflərini desinlər. Əlbəttə, rəyasət heyətinin insanları parlamentə fayda verməkdə davam edəcəkdir. Yeni üzvlər gələcəksə, bu komandanı daha da möhkəmləndirəcəkdir. Buna görə mənim təklifimi xahiş edirəm, qəribçiliyə salmayın. Həm rəyasət heyətinin legitimliyi baxımından, məxsusən Aşpa ilə əlaqələrində, həm də seçkilərin yaxınlığı baxımından biz ciddi islahatlara getməliyik. Ciddi şəkildə, ən azı sentyabr ayına qədər biz normal şəkildə, ətraflı, hər tərəfli, motivasiyalı, enerjili, özümüzə vaxt, güc, qüdrət tapmaq şərti ilə fəaliyyət göstərmək istəyiriksə, mən düşünürəm ki, mənim təkliflərimə siz baxmalısınız və qərar qəbul etməlisiniz. Xahiş edirəm, yəni mənim demək istədiyim bu idi. Əgər istəyirsinizsə, bugün müzakirə edək, istəmirsinizsə, müəyyən mənada razılıq zad olarsa, rəyasət heyətinin ümumiyyətlə yeni tərkibin seçilməsini biz parlament iclasında çıxartmalıyıq, növbəti iclasda, yəni o rəyasət heyətinin legitim fəaliyyəti üçün. Hal-hazırda rəyasət heyətində düzün deyilsə, ciddi şəkildə böhran yaranıb. Mən şəxsən rəyasət heyətinin iclaslarında çox vaxt iştirak eləməyi əlavə vaxt. Rəyasət heyəti, Rusların bir sözü var, buksavat edir. Rəyasət heyəti bir vəziyyətdən digər vəziyyətə adlamaq imkanlarını itirib. Eyni məsələ rəyasət heyətində müzakirə olunur. Bəlkə də mən bunu icazəsiz yoldaşlarımdan sizə açıqlayıram. Qərar qəbul olunmur. 3 saat, 4 saat, gecə saat 3-ə qədər müzakirə edirik, razılaşa bilmirik. Təzədən sabah iclasa yığışırıq. Təzədən həmən məsələ, təzədən həmən vaxt itkisi. Yəni bizim də əlavə işlərimiz var. Bu qədər enerji, vaxt sərf etməklə bağlı. Mən düşünürəm ki, o atmosferi dəyişdirmək lazımdır. Yeni güclə, yeni atmosferlə, yeni legitimasiya ilə.
legitimlik imkanları ilə qabağa getmək üçün bu məsələlərə baxmalıyıq. Təşəkkür edirəm hamınıza. Ataxan bəy, bir dəqiqə olar. Təşəkkürlər Ataxan bəy. Ataxan bəy, bir dəqiqə olar. Hatirə xanım sədrdir də Faiq bəy. Əlinizi qaldırın, sizə söz veriləcək. Niyə olmur? Əlinizi qaldırın, sizə söz veriləcək. Ataxan bəy, mən rəisət heyətinin üzvü kimi sizi çox gözəl anlayıram. Lakin burada indi sizin diləyinizlə bağlı mən belə baxıram ki, münasibət bildirmək istəyən millət var. Mən onlara söz verim, sonda mən də öz fikrimi bildirəcəm. Şahin bəy, söz sizdə. Xahiş edirəm ki, çıxışlarınızı çox qısa eləyək, çünki mən artıq sözünüzü yorulmuşam. İclasa parmaqdan. Buyurun. Çox sağ olun. Ataxan bəy çox yaxşı təklif verdi. Mən başqa bir təklifi əlavə eləmək istəyirəm. Biz bütün işin gücü hamısı işləmişik rəyasət heyətlərində. Bu bütün iclasları aparır, bütün komissiyalar təşkil edir. Bu işləri bölüşdürmək lazımdır komissiyalara həm də. İşləmək istəyən insanlar, misal üçün aşmaya hazırlığı lazımsa, müəyyən komissiya göstərişlər vermək lazımdır və komissiyalar da əsas bu işlər işləsin. Bizim həm də belə nizamnamədə yazmışıq, amma nizamnamə bir tabu kimi qalıb orada. Buna biz məsələn çox dəyişiklik eləmirik. Mən də hesab edirəm ki, rəyasət heyətinin işi həddən artıq çoxdur. Bizim dostlarımızdır, bizim qardaşlarımızdır. Bu qədər yükləmək olmaz ki, hər gün onlar demək olar ki, gecə nə vaxta qədər işləyirlər, axırda da tənqid olunurlar. Bu qədər mənə sağ olun. Teşekkürler Şahin Bey. Ben hesap edirəm ki, rəyasət heyətinin potansiyeli çox böyükdür və çox böyük təşkil edilər. Sadəcə olaraq məhz münasibətlərdə həqiqətən də böhran yaşanır. Bu baxımdan aydınlıq gətirilməsi və Ataxan bəyin təklif elədiyi gündəliklərə yenilənməsinə ehtiyac duyulur. Növbəti söz veririk. İmkan olarsa qoy Faiq bəy də çıxış eləsin. Yəni əlini qaldıran çıxış eləyər. Allah. Əlini qaldırmağı öyrənsin, ondan sonra söz veriləcək. Ataxan bəy, buyurun, söz sizdə. Bir də salam əleykum, əzizlərim. Seçki komissiyasına əlaqədar belə iş görəndə mən Xatirə xanıma yazdım ki, indi seçkini keçirtməyək. Mən sizdən xahiş edirəm, sentyabra qədər seçkiləri saxlayın. Bir də əlavə bir xahişim var ki, rəyasət heyəti tam tərkibində qalsın. Baxmayaraq mən öz xəttimlə hər kəsin bəyənmir mənim dini məsələmin əlaqədar. Amma məni başa düşün ki, işləriniz çox yaxşıdır. Mən bir təxminən 10 gün Azərbaycanda oldum. Xatirə xanımın aparıcılığı, digər məsələlər, filanlar hamısı bəyənilir. Amma yenə sizdən xahiş edirəm, özümüzə zərbə vurmayın. İnsanıq və məsum deyilik ki, hamımızın özümüzə görə səhvimiz ola bilər. Qəhrəmanlıq odur ki, birimizə güzəştə gedək, birimizi yola verək. Axı biz bir ailə kimi olmalıyıq. Bu dəqiqə məsələlər elədir ki, onsuz da yenə deyirəm, digər dəstə də gəlsə, amma yenə deyirəm, sözü çox uzatmaq istəmirəm. Seçki qalsın, sentyabra qədər Ataxan bəy də rəhbərlik eləsin, dönəm sədri kimi. Amma məsələ nədir? Mən bu parlamentdə təşəkkür edirəm ki, Xatirə xanım doğrudan da bir sədr kimi, aparıcı kimi çox gözəldir. Yəni, bəzi məsələlər var ki, o Yaponiyada filanlar bizim dini, əxlaqi məsələlərimizə uzaqdır. Biz ədəbli olmalıyıq, əxlaqlı olmalıyıq. Mən istəmədim bəyəkləri çıxış edəm, danışam, istəməzdim belə şeylər. Amma bizim ədəbimizə, əxlaqımıza uyğun deyil ki, kimə qalsı ədəbsiz hərəkət edir. Allah'a şükür, əgər doğrudan da vətənimizi istəyiriksə, elə vətənin qızlarından biri Xatirə xanımdır da. Digərləri, əgər doğrudan da biz vətən deyilən bir şey istəyirik ki, hünərimiz budur ki, ona məhəbbət göstərək, ehtiram göstərək. Qurban və məsum deyil, o birisi filan deyil, bu birisi deyil. Hünər bu qədər kesilən əziyyətləri nəzərə almalıyıq. Ona görə mən çox uzatmıram. Sizdən bir kişi kimi ya həmkar kimi xahiş edirəm ki, sentyabra qədər, çünki onda indi yay fasondur, biraz seçkilər cəmaət işlə əlaqədar olaraq belə seçki zəif gedə bilər. Doğrudan da işləri yaxşı görmürsünüz. Mənim burada heç bir əziyyətim yoxdur. Mən qıraq adam kimiyəm. Mən düz namizədini verməyəcəm irəli. Ancaq sizin işinizə çox böyük qiymət verirəm. Baxmayaraq dini məsələlərə biz üz-üzə gəlmir, üst-üstə fikirlərimiz düşmür. O demək deyil ki, siz düşmənsiniz, kafirsiniz. Hamınız gözəl insanlarsınız, hamınız müsəlmansınız, hamınızda da ehtiram və hörmətim var. Bu dəstə çox gözəl iş görür. Çox əla iş görüb, hamımızı ayrılıqda təşəkkür edirəm. Amma yenə deyirəm, sizdən xahiş edirəm ki, rəyasət heyəti qalsın. Əziyyətinizi hədərə verməyin. Xahiş edirəm sizdən bu qədər.
Amma bir dənə də axırıncı xahişim budur ki, seçkini müəyyən qədər təxirə salın. Sentyabrda artıq cəmaət yeni bir nəfəs, yeni bir iş, plan, təzə dəstə yaranacaq. Bu qədər Allah amanında. Çox sağ olun. Təşəkkürlər Hakan bəy. Hər halda seçkinin təxirə salınması ilə bağlı biz seçki komissiyasının rəyini də eşitməliyik ki, yetərincə say namizəd varmı? Yəni ona da rəy bildirməlidir ki, bu tərkiblə biz namizədlər sayını seçkiyə gedə bilərik ya yox. Bunu da əlbəttə müzakirə edəcəyik. Növbəti söz verilir sədrimiz Ərəsin bəy olacaq. Ərəsin bəy, buyurun. Təşəkkür edirəm Xatirə xanım. Mən istəyirəm müzakirələr düzgün istiqamətdə geçsin deyə Ataxan bəyin fikirlərinə bəzi korrektələr edeyim. Çünki Ataxan bəy vəziyyəti çox dramatik təsvir elədi. Burada heç bir dramatizm yoxdur. Bəli, rəisət heyətinin işinə mane olan şəxsi münasibətlərdə ziddiyyətlər var. Bəli, bu var. Rəisət heyəti həm dönəm sədri kimi, həm rəisət heyətinin kimi deyə bilərəm ki, rəisət heyətinin üzvlərinin belə deyək də, düzgün anlaşılsın deyə bax, bu fəaliyyət səbəbindən hər birinin şəxsi problemləri də artır və bu da istər-istəməz işin effektivliyinə negativ təsir göstərir. Mən də razıyam ki, rəisət heyəti yenidən seçilsə daha yaxşıdır və səmimi deyirəm ki, mən yeni rəisət heyətində təmsil olunmaq istəmirəm. Aşba ilə bağlı burada dəfələrlə istinad olunurdu. Mən xahiş edirəm, bunu məlumat kimi deyirəm, rəisət heyətinə sabah ya birinci gün ətraflı məlumat verirsəm. Kamran bəy bilirsiniz, sonuncu dəfə bizi Aşbada təmsil edib və o xeyli kontaktlar gətirib. Müxtəlif qruplardan, müxtəlif nümayəndə heyətlərinin rəhbərləri və s. Və mən artıq onların ikisi ilə əlaqə yaratmışam. Belarus nümayəndə heyətindən və Rusiya nümayəndə heyətindən. Yaxın günlərdə, yəni ki, sabah bazar günü narahat edə bilmərəm insanları, amma telefon danışıqlarım olacaq. Onlar bizim oradakı fəaliyyətimizə dəstək olsun. Gəlin Aşba məsələsini xüsusi bir qırmızı xətt kimi önə çəkməyib, parlamentin taleyi bugün önəmlidir. Parlament olmayandan sonra Aşbada olmayacaq, o birisi də, bu birisi də. Seçki ilə bağlı verilən təkliflə razıyam. Bəli, seçkini vaxtını dəyişə bilərik. Buna seçki komissiyasının qərarı rəyini nəzərə almalıdır. Müzakirə olunmalıdır, parlamentin tam tərkibində. Dostlar, problem ondadır ki, bəzən görürsünüz, nəinki həyatda, ailədə də iki insanın, üç insanın münasibəti alınmır. Alınmır münasibətlər. Və o münasibətlər istər-istəməz işgüzar mühitə negativ təsir göstərir. Və rəisət heyətində bugün belə bir vəziyyət var. Və bu vəziyyət yaranmasının da səbəblərindən biri o səhv eləmirəmsə, qüsurlu dairə deyirlər də, Rus dilində buna paroçni kruq. Yəni bir məsələ o birisini ağırlaşdırır, o birisi öz növbəsində birincini ağırlaşdırır, birinci öz növbəsində qayıdır, ikincini ağırlaşdırır və belə də dərinləşə gedib böhran yaranır. Bugün rəisət heyəti, dediyim kimi, namizəd bəy yoxdur, 4 nəfərdən ibarətdir və 2 nəfər də məsləhət şurası, daxil olmağa məsləhət şurası formatında fəaliyyət göstərir. Və bizim enerjimizin, vaxtımızın xeyli bir hissəsi bəzən çox səmərəsiz mübahisələrə gedir. Niyə? Ona görə ki, 2 adamın, 3 adamın fikir bir-birinə xoş gəlmir. Mən ona görə dedim ki, şəxsi münasibətlər, o arxada danışıqlar var və biz də bunları gördük artıq. Yəni, özümüzü bilməməzliyə vurmayaq. Məsələn, bax, bugün millət vəkilləri qrupunda yazılanları hamı oxuyubdur, əminəm ki, əksəriyyət oxuyubdur. Orada, məsələn, Zakir bəyin yazısı olubdur bir neçə müddət əvvəl ki, Abid bəyə təzyiqlər dayanmasa mən namizədliyimi verməyəcəm. Və ondan sonra da bir 2 gün orada çöktü. Çünki insanlarda çaşqınlıq yarandı ki, bu nədir? Bunları xüsusi bir dəqiqə qabartmağa ehtiyac yoxdur. Biz işçi qrup yaratdıq. Orada hər şey araşdırılacaqdır. Amma
bir mənəvi psixoloji və həm də fiziki yorğunluq var rəyasət heyəti üzvlərində. Bu mənada mən də Ataxan bəyin təklifini dəstəkləyirəm. Amma burada da başqa bir nüans var. Nüans ondan ibarətdir ki, laf deyək ki, biz sabah yeni heyətdə rəyasət heyəti seçdik. Və mən tam əminliklə olmasa da yüksək ehtimalı deyə bilərəm ki, bugünkü rəyasət heyətinin üzvlərindən əksəriyyət orada iştirak etmək istəməyəcək, seçilmək istəməyəcək. Dediyim yorğunluq səbəbi. İşə, ailəyə və s. amillərə təsir səbəbi. Təbii ki, bu halda, qalım ki, Ataxan bəy iştirak edəməyəcəksə, deməli, parlamentin yeni dönəm sədri olur. Və burada biz nə əldə edəcəyik? Bunu heç kim yanlış anlamasın. Təcrübəsiz rəyasət heyəti və təcrübəsiz sədr. Yəni, ən azı parlamenti idarə etmək təcrübəsi baxımından. Bu mənada, başqa mənada yox. Bu bizi hara aparacaqdır? Bunu da düşünməliyik. Ona görə biz bu məsələlərə həssas, rasional, soyuqqanlı, soyuq ağılla yanaşmalıyıq ki, bəlkə sözümü qəribçiliyə salarsınız. Amma inanın ki, Azərbaycanda olanlar bunu məndən yaxşı. Elə bir vəziyyət yaranır ki. Bu mən üzr istəyirəm. Ərəstun bəy mikrofonu bağlı. Yox, Ərəstun bəy gördüm internet atdı. Ərəstun bəy qaydana qədər mən... Üzr istəyirəm, əlaqə kəsildi, xatırə buradayım. Yəni, elə bir vəziyyət yarana bilər ki, ölkədə bütün siyasi sistem sıradan çıxarıldığından ən azı xalq parlamenti xalqa müraciət edib hadisələrin bu və ya digər istiqamətə yönəlməsinə təsir göstərə bilər. Demirəm hakimiyyət götürə bilər, demirəm müqəddəratını həll edə bilər. Ən azı bunu edə bilər. Azərbaycan dövlət olaraq, cəmiyyət olaraq amansız bir zorakılığa sürüklənir. Sözümü qəribçiliyə salmayın. Böyük qan düşə bilər. Əliyev rejimi elə cinayətlər törədirdi ki, hər mənada. Nə olsa insanlar sakitdir, insanlarımız qorxaqdır, belə deyil. Xeyr, qorxaq deyil, qorxaq millət tankın qabağına getməz. Elə amansızcasına o nifrət püskürər ki, bizim burada üzərimizə tarixi məsuliyyət düşür. Heç olmasa bu parlament çağrışınla 5, 10, 20, 30 adam, 100 adam, 1000 adam çəkinər o radikallıqdan, o dağıdıcılıqdan. Burada bizim qarşımızda dilemmadır. Bir, parlament rəhbərliyi yorulur. Ona görə bu işin effektivliyinə negativ təsir göstərir. İki, qarşıda risklər var. Ona görə xahiş edirəm, vaxt taparsa müzakirə edirəm məsələləri. Təşəkkür edirəm. Üzr istəyirəm. Bir də xatirə xanımıza çox təşəkkür edirəm bugünkü dəstəyiniz üçün. Mən həqiqətən çox kritik vəziyyətə düşdüm. O situasiya yarananda, iclasdan cəmi 1-2 saat əvvəl. Narahat olmayın Ərəstun bəy, problem deyil. Son dövrün ən çətin iclaslarından birini apardınız siz. Və mən Ərəstun bəy gələn dəfə çətinə qarşıda da. Əvəzini çıxarsınız məndən, nə oldu? Təşəkkür edirəm. Təşəkkürlər. Növbəti söz verilir. Qurban bəy, buyurun. Təşəkkürlər. Bir də salamlar. Deməli, atalarımızın bir sözü var, deyir, yer bəlkə olanda öküz-öküzdən görür. Qarşımızda duran vəzifə həddən artıq ağırdır və çox məhdud imkanlar daxilində bu işlə məşğuluq. Aranızda indi 5-6 yaşlıdan biri mənim 67 yaşım var. Mən həyatımı bu şeyə atlamışam deyə mənim üçün normal bir belə deyək, həyat tərzidir. Amma aramızda cavanlar var, istər rəyasət heyətində, istər xalq parlamentində. Hamısının ailə qayğısı var, şəxsi maddi problemləri var, iş problemi var və s. O mental yorğunluq doğrudan da var. Amma bu o dərəcədə deyil ki, Ataxan bəy bayaq təsvir elədiyi kimi bir faciəli bir şey təsvir elədi. Mən isə bilmirəm və vəziyyətdən çıxış yolları da var. Yəni yeni bədənə bir qan vurmaq lazımdır. O qanda şükürlər kifayət qədər kadrda var, insanlarımız da var. Bu barədə danışmamışdan öncə bayaq Abil bəyin parlamentdə dediyi və bayaq da Ataxan bəyin burada dediyi bir fikrə istəyirəm.
mövqeyimi bildirəm. Bizim xalq parlamentinin əsas istiqaməti, fəaliyyəti, vəzifəsi aşma deyil. Azərbaycandır. Vəzifəmiz aşma deyil, Azərbaycandır. Aşpa və başqa hər hansı bir beynəlxalq şey bizim bir deyək ki, beynəlxalq səviyyədə yan görməli olduğum işlərdən biridir. Biz aşpıya, nə bilə hansı beynəlxalq təşkilata getməyə bilərik. O bizim Azərbaycan heç bir təsir edilməz. Amma Azərbaycanla bağlı işimiz dayandırsaq, ora lazım işlər görməsək, bu parlamenti yaratmağa bir mənası olmaz. Yəni biz prioritetlərimizi, vəzifələrimizi düzgün müəyyənləşdirməliyik ki, düzgün hərəkət edək. Rəisət heyətində indi 4 nəfər üzv var. Mən təklif edirəm ki, bəlkə də millət vəkilləri bilmir, əvvəla hər həftə parlament iclası keçirmək, hər gündə, bilirsən bir hələ son bir ayda qərar qəbul edib ki, 3-cü gün göyə istirahət günüdür, həftənin 6 gününü gecə saat bizim efir qutarandan sonra, 8-dən sonra, Bakı vaxtı 11-12-dən sonra təzədən yığışırıq. 2 saat, 3 saat iclaslar, gündəlik hadisələrin müzakirəsi, beynəlxalq vəziyyət və s. Bu, təbii ki, insanı üzür. Fiziki olaraq da üzür, mənəvi də üzür, adamı yorur, çox yorur. Ağır işdir. Bunun indi hər adam dözəsi deyil. Amma rəyasət heyətini genişləndirilmiş tərkibdə, bu əvvəldən adı məsləhət şurası qoymuşuq, belə bu formada yığışırıq. İndi burada 32 nəfər yoldaş iştirak edir, onların arasında millət vəkil olmayanlar da var, amma onu deyəcəm burada. Ora Əli Quliyevlə məni də dəvət edirlər. Əli bəy komitə sədri kimi, İntisam Komissiyasının sədri kimi, mən də Azərfirdim rəhbəri kimi, nə hansı komitənin sədri kimi. Mənə elə gəlir ki, orada olan mübahisələrin əksəriyyəti son vaxtlar Əli Quliyevlə mənlə bağlıdır. Mən təklif edirəm ki, bizim orada iştirakımıza son qoyulsun. Mən çox xahiş edirəm, məni düzgün başa düşün. Mən verilən, istənilən tapşırığı, rəis heyətinin tapşırığını icra etmək borcumdur. Deyəcəksiniz ki, Azərfirdim də bu verilişi verəcəyəm, bu mövzunu qabardacağım, filankət çıxışası mənim üçün, mənim vəzifəm parlamentin və rəis heyətinin qərarına tabi olmaqdır. Əli Quliyevlə qurbanı orada əvəz eləmək lazımdır, yeni adamlarla. İstər başqa komitə sədrlərini, istər parlament üzvlərindən, Mübariz İsmailov, Eşət bəy, bunları cəlb eləmək lazımdır ki, yeni kadrlar əmələ gəlsin və idarəçiliyin varisliyi ötürülə bilsin. Bayaqları gözəl bir söz dedi Ərəstun bəy ki, yeni seçiləcək və naxşı bir rəis heyəti. Bunun olmaması üçün neçə vaxt demişik. Bəyəm Eşət bəy gəlib orada otursa, ya bir başqa deyək ki, Mübariz İsmailov gəlib otursa orada, görsə ki, o iş necə qurulur, necə başlayırsa, hansı işlər müzakirə olunur. Sonra da sən gedəndə, biz gedəndə, başqalara gedəndə plavlı bir keçid olacaq. Əslində qalsa, yaranan indiki problem, gündəliyə salınmaq istənilən problem nə ilə bağlı oldu? Yanvar sesiyasında Aşpa'da Abid Qafurov getdi, gəldi, müzakirə olundu. Biz belə qərar gəldik ki, növbəti səfərə yeni tərkib keçsin, yeni kadrlar əməliyyatı formalaşsın. Əli Quliyev bunun əleyhinə çıxdı. Bütün problem hamısı buradan qaynaqlanmağa başladı. Yəni burada şəxsi düşmənçilik yoxdur. Sadəcə olaraq hadisələrə baxış var, siyasi prosedirə baxış var. Mən bugün hesab edirəm ki, biz mümkün qədər yeni çox kadr cəlb etməliyik işə. İstər beynəlxalq münasibətlərdə yeni insanlar əmələ gəlməlidir və siyasəti biz 1-2 adam üzərində qurmamalıyıq. O vaxt belə qərar gəldik ki, deyək ki, Abid bəyin rəhbərliyi altında yanvar sesiyasına gedildi. Ondan sonra Abid bəylə gedən adam kimdirsə, onun rəhbərliyi altında belə gedilsin. Sonra o bizi qoşulan 3-cü adamın rəhbər, belə yeni adamlar cəlb olunsun prosesə. Amma buna tabi olmayan və bundan razı olmayan Əli Quliyev oldu. Bizim aramızda bu məsələdə ciddi fikir ayrılığı var. Kadr məsələsində, tədbirlərdə iştirak ilə bağlı. Kimisi hesab edə bilər ki, o əvəz edilməzdi, bu işi ondan yaxşı görən yoxdur. Kimisi hesab edə bilər ki, yox, mən səndən yaxşı iş görə bilərəm. Bunlar hamısı siyasi müzakirə mübarizədir və bütün təşkilatların daxilində olan şeylərdir. İnsan olan yerdə problem var, insan olan yerdə təkəbbür var, kim var, kidurət var, dostluq var, qardaşlıq var, sədaqət və xəyanət var. Bunu qəbul etmək lazımdır. Bir sözlə, indi yaranmış vəziyyəti sadəcə olaraq
Əli Quliyevlə Qurbanın rəiset heyətindən tamamilə kənarlaşdırılması lazımdır. Oraya yeni adamların cəlb edilməsi lazımdır və mən bayaq dedim, deyəsən başa düşmədi çox adam. Bu yeni komissiya dedik yaradaq, parlament daxili münasibət sadəcə Ərəstun Oruçlu ilə Qurban Məmmədov arası münasibət deyil. Adi bir misal deyim mən sizə. Keçən dəfə bilmədim, hansı məsələyə bağlı rəiset heyətinin qərarını mübahisələndirdilər ki, filan şey niyə belə olur? Mən başa düşdüm ki, adam bilmir ki, reglamentə, nizamnamə ilə rəiset heyətinin qərarı necə qəbul olunur, necə icra olunmalıdır, necə mübahisələndirmək olar. Yəni, sorğuluyur, əgər millət vəkili yuxarı orqanın özünü seçdiyi bir legitim orqanın qərarı sorğuluysa, burada problem var. Demək, adam bilmir ki, bunun mübahisələndirmə qaydası necədir. Bunları qaydaya salmaq lazımdır. Kimin də ən vacibi də nədir? Bunu açıq deyim, yoldaşlar görürəm ki, hamıda pişim deyə durur. Deməli, istər rəiset heyətində, istərsə komitədə bir problem varsa, şəxsi münasibətlərdə problem varsa, bunu reglamentdə, nəzərdə tutulan qaydada gündəmə gətirmək lazımdır. Misal üçün, rəiset heyətinin bir qərarı var, o qərardan Abid Qafarov, Qurban Məmmədov narazıdır. O qərarı parlamentin iclasına çıxarıb, orada müzakirə etmək lazım. Arkadaş, belə bir qərar var. Mən o qərarın əleyhinə, necə bu günləri İnsan Komissiyasının qərarı müzakirə olunub, aydın oldu ki, orada 2-2 olubdur, ya kimsə könüllü oraya səs vermir və s. Burada dünya dağılmadı ki. Eləcə də rəisetin qərarını çatmaq lazım. Amma bunu eləmək əvəzinə biz gedib millət vəkillərinin arasında fərdi olaraq ona bir söz gileylənir, buna bir söz gileylənəcəksə, bu gec-tez şəxsi münasibətə də pozacaq, fitnə salacaq, dedikodu yayacaq. Belə şeylərə son qoymaq lazımdır. Bunun üçün də komissiya yaradıldı. Kimin də dərdi problemi var? Yaxınlaşan komissiya sözünü deyək ki, belə bir şey var. Mən bundan narazıyam. Bu reglament və intizam pozuntusu deyil ki, bu intizam komissiyasına geçsin. Nizamlama pozuntusu deyil. Şəxsi münasibətlər və belə də siyasi münasibətlərdə anlaşılmayan nüanslar var. Bunu nizamlamalıdır. Həmin bu 5 nəfərdən ibarət komissiya dinləməlidir, gətirib təqdim eləməlidir rəiset heyətinə, lazım gəlsə çıxartmalıdır. Ya parlamentə, ya da intizam komissiyalı bir iş varsa verməlidir ki, bu cəzalandırın. Və sonunda bir şey deyim, bayaqlar iclasda Əli bəy dedi, xatırınıza gəlirsə, Teymur Eminbəyli də İnsan Komissiyasının sədri olanda Əli deyəsən Kərimlə bağlı belə hadise oldu. Yaza gəlirmi? Bir qərar qəbul elədi. Gətirdilər, parlamentdən keçməyəndə dedi ki, bu mənə qarşı etimadsızlıqdır, mən istifa verirəm. Bugün eyni hərəkət edir Əli Quliyev. Mən sizdən çox xahiş edirəm. Biz insanıq, bizim qərarlarımız Quran ayə sadı deyil. Biz səhv eləyə bilərik, düz eləyə bilərik. Bizim qərarımız qəbul olunmursa, bunu şəxsiyyətimizə yönələn bir şey kimi qəbul etməli deyilik. Mən çox xahiş edirəm, şeylər nəzərə alınsın. Buyurun. Teşekkürler Qurban bəy. Söz verilir Hüseyin bəyə. Hüseyin bəy, buyurun. Hazırlarsın mübariz İsmail. Yine minnettarlığımı bildirirəm. Xatirə xanım sağ olun söz verdiğinize göre ama ben diyeceği olduğum sözlerin çoxsunu dediler yoldaşlar. Allah usta Qurban bəy çoxsunu dedi. Ama yine deyirəm mesela böyle bir misal var deyir. Üzr istəyirəm dönə bu misala göre bizim yoldaşlardan uzaq olsun deyir. Kanina peripravi niminiyayı. Döysatları keçiddə dəyişməzlər. Bizim indi bugünkü rəiset heyəti deyirsə ki biz yorulmuşuq deyirik. Bu en azından düzgün değil. Bu sözün həqiqi mənasında elə parlament dağıtmaq deməkdir. Mən heç vaxt belə bu cəmiyyətlərdə çox da iştirak eləməmişəm, amma bu birinci dəfədir ömrümdə iştirak edirəm. Özdə ki, çox belə istəyirəm ki, bu qalsın, ayaqda olsun, inkişaf eləsin, irəli getsin. Ona görə çox mənim üçün ağırlıdır bu. Qaldı yoldaşlar ki, deyir, rəiset heyətində yorğunluq var. Bəli, o var, olmalı da mütləq onsuz mümkündür. Ona görə təklif edirəm ki, onun tərkibi artırılsın. Tərkibi artırılsın. Mesela indi orada deyir 4 nəfər var, azdır doğrudan da. Orada mesela kiməsə azda bir tapşırıq vermək ki, sən bu məsələyi hazırlayıb başqasın. O 4 nəfər bütün o da oradan da ağırdır. Onun tərkibi artırılsın və həm də Qurban bəy dediği kimi orada demək glavni perixod da belə nə derdim
Yumuşaq keçid. Yumuşaq keçid olsun ki, demək onda heç hiss olunmayacaq ki, bu parlamentdə, rəyasət heyətində nəsə bir krizis var, nəsə məsələ bir il, 2 il, 5 il ki, Allah eləsin ki, bu hakimiyyətə tez gəlsin bu parlament. 5 il yox, tez gəlsin, ona görə deyirəm, məsələ 1 il, 2 il orada demək, bu keçid olanda o hər şey nizamla gedəcəkdir. Qaldı ki, şəxsi münasibətdə çox yaxşı oldu ki, bu gün o açılmadı. Mən ona çox razıyam. Mən bir də şeydən mən həmişə deyirəm, mən bu son iclaslarda iştirak edə bilmirdim, bu internet işləmirdi. Sözün həqiqətdə çox belə məlumatım yox idi. Ucdan qulaqdan belə eşitmə bir şeydi. İndi bugün müəyyən mənada məlumat ala bildim. Elə yaxşı oldu ki, bu bugünkü açıq iclasa çıxarılmalı bu məsələ. O lazım deyil. Elə çox şeylər var ki, məsələn, biz xalqın qarşısında bir vahid bir qüvvə kimi durmalıyıq ki, biz öz aramızda nə olur, onu burada öz aramızda aydınlaşdırdıq, bir-birimizə qarşı nəyi dedik, aydın oldu. Amma xalqın qarşısında biz elə bir vəziyyətə çıxmalıyıq ki, onlar görməli ki, oradan biz yeni fikrin ifadəçisiyik. Bax, bunu demək istəyirəm mən. Qaldı ki, parlamentin seçkilərin vaxtının uzadılması. Dostlar, bunu siz yanınızdasa, mən birinci gündən bunu əksiriyim ki, tez olmasın. Mən hələ 3 il deyirdim olsun, indi 3 il çoxsa, heç olmasa sentyabra kimi olsa, gene yaxşıdır. Heç olmasa bu daha yaxşıdır. Mən buna razıyam. Yenə deyirəm, hər bir şey doğrudan da ola bilər və heç kəs, heç bir demək, söz səhvləşməsini düşmənçilik kimi qəbul eləməsin ki, bana qarşı belə yox. O hər bir şey ola bilər, ona görə anlaşıqlı yanaşmaq lazımdır bir-birimizə. Sağ olun, minnətdarım. Teşekkürler Rüstem Bey. Söz verin Mübariz İsmailova, hazırlaşsın sanki Hüseyin. Çok sağ olun Kadra Hanım. Kadra Hanım, ben birinci Ali Bey'in fikirlerine münasebet bildirmek isterdim. Siz dediniz ki neye göre Qurban Bey dedi ki Ali Bey niye bu sözleri dedi. Ben bir söz demək istəyirəm. Bugünkü şəraitdə İnsan Komissiyasına hər hansı bir etimadsızlıq göstərmək və bugünkü bizim iclas ilə etimadsızlıq göstərmək idi. Özü bizim lazım olmadığımızı bizə bəyan etmək kimi bir şey idi. Bak ki bu belə idi. Çünki bu özü qeyri-qanuni idi. İclas bizə qəşəng keçirilib, 4 nəfər olub, 5-cini 5 dəfə çağırmışıq, gəlməyibdi. 4 nəfərdən keçirmişik, gözəl sözlər olub. Mən nə deyirəmsə, bunlar hamısını foto, audio, sənədləşdirmələr aparılır. Kimin narazılığı varsa komissiyada nə istəyin, biz hər şey təqdim etməyə hazırıyıq. Heç kimə zorlama olmayıb, heç kimə balaca təzyiq olmayıb, mümkün olmayıb bu. Üçün birinin nisbətini götürmüşük. Ataxan bəy çox gözəldir, bunu izah elədi bayağı. Arada 1 saat əvvəl. Yəni burada ancaq buna yüngül münasibət göstərməlidir. Daha bunu ləğv edib komisiya arasında söhbət yox idi. Nə siz bunu elədiniz, Allah eləsin, axırda yaxşı olsun, söhbət onu deyir. Yəni bu işlərdə mənə bir xarakterim var. Əgər bir adam mənim yanımdakı adam mən deyirsə, mənə əziz adamsa, o mənim qardaşımdır. Amma mənim üstündə duran adamsa və mənim xoşuma gələn adamsa, o adam mənim xəttəxəz eləməyim. İdeal adamlardan birisi mənim üçün. Yəni ki, bizə subordinasiyanı bizə qorumamaq, onu saxlamaq bizi 88-dən bu yana gəlib çıxartdı. Bugünə saldı bizi. Bu şey mənə fikirlərin birinci tərəfi, ikinci tərəfi mən nə demək istəyirdim. Ataxan bəy yenə qeyd elədi ki, bizə biraz xalq parlamentində yorulmalar var. Həqiqətən fikir versək görərək ki, bu 2025-in yanvarından bu yana biz həmişə nə tələb edirdik ki, səmimiyyət və cəsarət, səmimiyyətimiz azalmağa başlayıb, cəsarətimiz də biraz kobudlaşmağa başlayıb, bir balaca başlamışıq bir-birimizdən bezməyə. Bu nədən asıldı? Həm hər kəsin gözlədiyi o böyük uğurlar, böyük qələbələr bizim qarşısında gəlib çıxmadı. Ona harasa 20-25%'ine biz ancaq gəlib çıxa bildik. İkincisi də riyasət heyəti özü o qədər üstünə işlər götürdü ki, və onların altında batıb qalıb, iş də görə bilmir, bir şey də eləyə bilmir. Bax, bu qədər komitələr var, komissiyalar var. Olmazmı o komisiya sədrlərini hər həftə zənglər eləsinlər, tələb eləsinlər, onları birisi ikisini nəzarətə götürsünlər, hani rəissiyyətin üzvləri nəzarət eləsinlər, onların sənədlərinə, iclaslarında vaxtaşı iştirak eləsinlər. Yəni belə diriltsinlər, bütün yükü sən götürmüşsən üstüne və sən də darta bilmirsən. Heç olmasa bir hissəsini bölüş, bunlar da işləməyə başlasınlar. Yəni mən təklif edərdim ki, indən sonra heç olmasa komitələrin və komissiyaların
işinin o bizim tələbata uyğun aktivləşdirməsi aparılsın. Bir də hər ayda imkan varsa, məsələn, həm parlament özünə verən qiyməti dəqiqləşdirmək üçün, həm də riyaset heyəti özünün qiymətini dəqiqləşdirmək üçün mini primaries keçirək öz daxilimizdə. Həftənin hansısa bir günü plan saatdan plan saata kimi test qoyulsun, biz ona cavablar, suallar verək və biz də bilək ki, biz nəyi düz eləməyirik və parlamentdə bilsin, riyaset heyəti bilsin ki, bu parlamentdə hansı hərəkətləri insanlar onlardan gözləyir və necə eləsə daha düzgün olar. Bu qədər, çox sağ olun. Teşekkürler Mübariz Bey. Siz burada başa düşürəm rəyasət heyətində doğrudur ki, həqiqətən yüklenmişik. Amma sizin təklifiniz işte bizim işimizi asanlaştırmır. Sən deməli komitə sədrlərini biz hələ yadlarına salmalıyıq ki, bunlar işləməlidirlər. İnsanların hər biri komitə sədri dərsə məsuliyyəti üzərində hiss eləməlidirlər və biz hər zaman iclaslardan sonra millət vəkilləri qruplarına məruzələrin hazırlanması ilə bağlı yazılır. Məruzələrin hazırlanması adi məsələ deyil. Məhz kandidatların iclaslardan doğan məsələlər olmalıdır. Sizce seçilmiş iddiasında olan başkalarının etmeye hakkı olmadığını etmeye yalnızca haksızlar diyen bir halk, həmişə deyirəm ki, təhsil və səhiyyə komitəsində aparılan müzakirələrin nəticəsi olaraq bu məruzə əmələ gəlir. İndiyə qədər məndən başqa Əli bəy deyir ki, hər gün siyasət komitəsinin iclasını keçirilir. Əli bəy bir dəfə siyasət komitəsinin məhz müzakirələrdən doğan hesabat xarakterli məruzəsini də ortalığa qoysaydınız, sizə minnətdar olardım. Yəni, bu baxımdan mən hesab edirəm ki, rəyasət heyəti onsuzdan məruzə tələb eləyəndə məhz bunu nəzərdə tutur ki, komitələr işləməlidirlər və hesabat xarakterli məruzələr təqdim eləməlidirlər. Və bunu hər dəfə etmək üçün doğrudur ki, rəyasət heyəti tükənib, bir üzvümüz Nə deyirsən? Bir üzvümüz artıq 4 aydır sədrlik eləyir, uzunluqları var, hər yeri iclaslar. Mən özüm hər iclaslarda bacardığım yardım edirəm bütün millət vəkilləri ilə. Ünsiyyətdə olmağa çalışıram ki, mənə edilən bütün zənglərə, mənə göndərilən bütün mesajlara cavab verməyə çalışıram vaxtında. Və ona görə demək ki, millət vəkillərə maraqlanılmır, parlamentdən xəbəri yoxdur rəyasət heyətinin, bu iddiamlardan mən ümumiyyətlə razılaşmıram. Sadəcə olaraq mən burada bir şey deyim ki, Ataxan bəy, mən sizin hamınıza bunu çatdırım, öz aramızdır. Ataxan bəy aradan çıxmaq istəyir, məsuliyyəti öz boyundan götürmək istəmir. Çünki gələn iclas Ərəsin bəyin sonuncu iclasıdır və Ataxan bəy çox gözəl bilir ki, seçki təxirə salınacaq, ən azı 4 ay müddət, əməlli başlı sədrlik ona keçməlidir və Ataxan bəy aradan çıxmağa hazırlaşır. Buna xahiş edirəm ki, gələn iclas imkan verməyəsiz və bunu nəzərə alasınız və seçki rəyasət heyətinin buraxılması məsələsini yox, rəyasət heyətinə Namizəd bəyin biz nəzərə alsaq ki, düzdür, biz əvvəlcə dedik ki, Namizəd bəyin adı məhz beynəlxalq sənədlərdə siyasi məhbus kimi məhz parlament sədri kimi göstərilməsi üçün onu yerinə toxunmaq olmaz. Bu baxımdan Namizəd bəyi əvəz edən, yəni Namizəd bəy qalır, amma onun Rusiyada bir var, icra edən, rolunu icra edən, ispanlayan şey əbiyazın kimi bir üzv xahiş edirəm ki, millət vəkilləri gələn iclasa qədər düşünsünlər ki, kimi biz əlavə edə bilərik ki, heç olmazsa o Mübariz bəyin dediyi komitə sədrlərinin iplərini çəkmək, onlardan bir xəbər tutmaq ki, onlar nə ilə məşğuldurlar. Heç olmazsa o işlərə baxacaq bir ilkin mərhələdə biz təyin edə bilərik gələn iclasda. Sonra imkan varsa hər həftə hesabat tələb eləsin, ya 10 gündə, ya ayda 2 dəfə. Bir adam seçir, o məsələlərə baxsın. Xahiş edirəm, hamı düşünsün ki, o bir adam kim olmalıdır gələn iclasa qədər. Növbəti söz verilir Zakir bəy Hüseynova. Xahiş edirəm ki, çıxışlarımızda qısaldaq, biraz geçdi. Buyurun Zakir bəy, növbəti söz verilir ki, Adil bəy. Teşekkür ederim Xatirə xanım. Mən hərdən düşünürdüm ki, rəyasət heyətində gedən bu proseslər belə səbəbkar mən olmuşam. Orada bir yazı paylaşmışam Adil bəylə bağlı. Vallahi doğrusunu deyim ki, elə bu gündə bu yaşadığım ərazidə Adil bəyin səfəri ilə Kamran nəslinin səfərinin müqayisəsi gedir. Hamıdan narahatdır ki, niyə Adil bəy orada olmadı? Niyə? Söhbət nədən gedir? Bugün də baxıram ki, siz biraz açıq danışdınız. Hörmətli rəyasət heyətinin üzvləri çox ehtiyatla yanaşırlar. Sən demə, hələ bundan da ayrı proses hamısını demişsiniz. Orada neysə elə proseslər gedir ki, bomba partlayacaq, aləm dağılacaq, darmadağın gedəcək. Nə bilim, Teymur Ümbəlim eləyir bunu, İlham Əliyev eləyir bunu, bilmirəm. Bunu niyə gizli saxlıyorsunuz? Nə var burada?
Getmək istəyənə yaxşı olur, kim getmək istəyir getsin. Kim işə yorulubdur, təbii insandır, yollada bilər. Amma çox xahiş edirəm, mən Abid bəylə bağlı fikrimdə bu gün də qallam, Abid bəy namizədliyini verməsə mən də verməyəcəm. Mən ona olan təzyiqləri də o nöqtədən yanaşdım ki, Abid bəy necə oldu? Aşpada gedir, görüşlər yüksək səviyyədə. Hörmətli bizim mətbuat xidmətinin rəhbəri kimi yox, görüşlər təşkil edir. Qaçır bura, niyə bölünlər Abid bəy getməsin? Mən o nöqtəyə nəzərdən sadəcə postu paylaşmışdım və bölündə Abid bəyin yanındayım. Yenə deyirəm, fikrimdə qallam, Abid bəy parlamentdə olmasa mən də olmayacağım. Çox bir mənalı deyirəm. Diqqətinizə görə sağ olun, təşəkkür edirəm. Təşəkkürlər, amma mən bir fikrinizə razı deyiləm ki, biz Kamran bəyi mənə elə gəlir ki, nahaq yerə günahlandırırıq. Adamın çox ekstremal bir vəziyyətdə 2-3 gün qalmış demək olar ki, bir həftə qalmış vaxt ərzində onun üzərinə böyük bir yük qoyuldu. Siz deyirsiniz, görüşlər keçirmədi. Onun keçirdiyi bütün görüşlər, onun aldığı bütün müsahibələr Azərbaycan məhkəmələrindən canlı təqdim olundu və nə qədər sənədlərimizi, yəni 2 əsas sənədi o adam çatdırdı bütün orada parlament üzvlərinə. Biraz öncə sədrimiz bildirdi ki, nə qədər orada olan parlament üzvlərindən kontaktlar əldə edib ki, onların sayəsində biz siyasi sessiyasına hazırlıqlar görəcəyik. Ona görə də çox xahiş edirəm ki, bu məsələlərdə biraz diqqətli olaq ki, mən baxardım Zakir bəy sizin üzərinizə bir həftə qalmış sessiya bir yük qoyulsaydı, siz bu onun öhdəsindən necə gələrdiniz? Təşəkkürlər. Söz verilir. Xatira xanım, mən öz fikrimi demədim. Xatira xanım, mən yüzlərlə seçicinin mənim yaşadığım ərazidə fikirlərini söylədim. Zakir bəy, sizin seçicilər qeyri-obyektivdir, narahat olmayın. Onlar başa düşürlər nə baş verir. Kamran bəyin işi yüksək səviyyədə olubdur. Təşəkkürlər. Söz verilir. Amma bunu üzr istəyirəm, çox Xatira xanım üzr istəyirəm, amma burada Abid Qafarovun Kamranı üzrə qoyulma müqayisə bir düzgün yanaşma deyil. Bəli. Çox səhvdir. Hərə bacardığı işi görüb, ona görə də bəli, bizə sonunda elə vəziyyətə gəldik. Yaxşı ilə seçə bilmiriksə vay halımıza. Vay halımıza. İkisi də yaxşıdır, bizim üçün ikisi də yaxşıdır. Burada mənim üçün şəxsən pis seçkim yoxdur. Ona görə də burada kimisə aşağılamana sonra deməyək ki, niyə görə cavanlar gəlmirlər, gəlməyəcəklər də. Bu münasibətlə cavanlar qaçacaqlar, gəlməyəcəklər inanmıyorum. Növbəti söz verirəm. Doğru yanaşma deyil. Doğru yanaşma deyil. Abid bəyin yanında Kamran gəlir 10 il həllədən ki, Abid bəyin elə deyil, onunla birini eləyər. Bir daha təşəkkürümü də aqlayışın. Zakir bəy, Kamran bəy kifayət qədər öz vəzifəsi icra elədi. Sizin belə müqayisəniz yanlışdır və fitnə salır. Belə eləməyin, xahiş edirəm. Siz ağsaqqal adamsınız, siz yaraşmaz ki, 2 övladınızı belə üzrə qoyasınız. Bu nasıl övladınızdır? Təşəkkürlər Qurban bəy. Yaxşı ilə sizi qiymətlənməyi Qurban bəy. Kamran da pisdir. Mən fərqləndim, mən sadəcə onların gördüyü işin dəyərini dedim. Qiymətim verdim. Mən demədim Kamran pisdir. Mən dedim ki, Abidin gördüyü işin onda birini görmür o. Görə bilməz. Əksidə, Abidin birinci dəfə getdiyi təcrübəsiz vaxt idilər. Həmin vaxt görülən işlər 10 dəfəlik iş görülübdür apre sessiyasında. Sizin xəbəriniz yoxdur. Xəbər verin biləklər vermişsiniz axı. Xatira xanım dedi də qulaq asın. Qulaq asın dedi hamısını. Mən gələn hər şeyi danışacağım. Mən belə baxıram ki, həqiqətən də millət vəkillərini qınamağa bizim ixtiyarımız yoxdur. Qurban bəy arasında heç kim qınamağa ixtiyarımız yoxdur. Çünki rəyasət heyəti bıçıq-bıçıq ilə çox şey gizlətməklə işləri aparır. Mən bunun hər zaman əleyhinə olmuşam. Sadəcə o sədr deyiləm deyəni mən sədrin əlbəttə ki qərarlarına tabi olmağa məcburam. Amma gələn iclas ola bilsin ki, mənim üçün sonuncu iclas olsun. Amma mən dediyimi deyəcəm ki, millət vəkillərinin hər şeydən xəbəri olsun. Söz verir Abid bəyə, buyurun Abid bəy. Hazırlaşın fəaliyyətə. Təşəkkür edirəm Xatira xanım. Deməli, hörmətli millət vəkilləri, bu yazı pəncərəsində yazmışdım, amma bəzi təkliflərim artıq səsləndi, əksəriyyəti də Xatira xanım tərəfindən. Deməli, təkliflər paketi nədən ibarətdir? Sadəcə təklifdir, bu deməkdir ki, Abidli isə mütləq olmalıdır. Bir, məncə düşünürəm ki, rəyasət heyətinə əlavə bir nəfər seçilməlidir. Bu artıq məndən əvvəl səsləndirildi. Yəni, mən düşünürəm ki, mənim namizədim də var. Mən Fərid bəyin namizədliyini irəli sürərəm, Fərid Qəribovun. Amma bu deməkdir ki, başqası da namizədliyini versə, yox, sadəcə fikrimi dedim. İkinci məsələ, Ataxan bəyin 4 aylıq sədrliyi yuvanmadan başlansın.
düşüncəmdir, yəni də deyirəm. Və Xatirə xanımı bu məsələdə dəstəkləyirəm. Yəni Ataxan bəy yaxasını kənara çəkə bilməz. Üçüncü təklifim, yəni bu paketin içindədir. Seçki sentyabra təxirə salınsın, amma konkret bir plan olmaq şərti ilə. Yəni sadəcə keçirdilik sentyabra, mən düşünürəm ki, bu biraz doğru olmaz, amma inanıram da ki, həm əsaslandırma, həm də həmin o təxirə düşən 4 ay ərzində nələr olacaq, tədbirlər planlayıb, onu tərtib eləmək olar. Dördüncü təklif isə paketdə rəyasət heyətinin iclaslarında başlamaq lazımdır. Mənim sədrlik dövründə xatırlayırsınız, iclas başlayan ki, birinci gündəlik ardıcın iş planı ki, hansı qərarlar qəbul olunmuşdur, işlər kimə tapşırılıb, onlardan xəbər almaq və növbəti məsələ təklif olunandır. Bugün dostlar, niyə görə belədir? Yəni, indi Ələsnun Bey də dedi, bayaq gördük ki, İntisam Komissiyasında da eyni problem, oxşar problem yaşandı. Hakimiyyət 5 nəfərlik heyətlə bir nəfəri həbs elədi. Qaldı 4 nəfər. 4 nəfərdə səs vermə problemi yarandı. Ona görə də baxın, məsələlər təklif olunur, təkliflər səsləndirilir. Məsəl üçün, ən son dünən, məsəl üçün, Ataxan bəyin belə bir qeydiyyəməsi oldu ki, baxın, təkliflər verilir, qalır havada. Bəli, düşünürəm ki, təəssüf ki, təkliflərin icra olunması üçün qərar vermə mexanizmi və sonra o qərarların icra edilmə mexanizmini yenidən bərpa etmək lazımdır. Düşünürəm, təxminən bir ay yarım bundan qabaq belə bir mövzu var idi. Transformasiya, change and transformation deyirlər. Bu, heç də o deməkdir ki, xalq parlamenti çevrilir, partiya olur, o cürə transformasiya. Xeyr. Burada transformasiya odur ki, bu dəyərə bizim tətbiq elədiyimiz bir sistem səmərəli olmadığını görə. Demək olmaz əslində ki, biz yerimizdə sayırıq və yaxud da muqsavat eləyirik. Yəni, bəzən elə terminlər işləndi, onlara iradımı bildirirəm. Xeyr. Transformasiya ona görə lazımdır ki, artıq əgər biz görürüksə ki, fərqli bir şey baş vermir, getdiyimiz yol bizi getdikcə tupika aparır və yaxud da daha pis proseslərə aparır. Normal bir şeydir ki, yanı bir dəyişiklik eləmək lazımdır. Təəssüf ki, ay yarım bundan qabaq bu təklif olunur deyə bir ay daha çox dayanmaq lazımdır. Amma düşünürəm ki, indi əgər məsələlər müzakirə olundu və Qurban bəyin qaldırdığı məsələ ki, rəyasət heyətinin iclaslarında o ilə Əli bəyin iştirak eləməməyi, mən düşünürəm ki, transformasiya üçün başlamaq üçün onda digər məsələlərə mütləq nəzər salmalıyıq. Birinci, bir nəfərin seçilməsi rəyasət heyətinə, yeni qan, yeni düşüncə, yeni bir insan siyimi olsun. İkincisi də gündəliklə iş planı, yəni sxemi xoda salmaq. Bir də icazə üzrə mən üzr istəyirəm, sonunda əgər bu tez-tez hansısa iş görməkdən söhbət gedirsə, bu bekar vaxtında mən bir plan layihənin üstündə işlədim və birazdan yəqin ki, startup eləyəcəm. Biri Caspian Watch-dur, yəni Xəzər regionunda media olaraq və bir də think tank olaraq, yəni siyasi təhlil ingilis dilli. Bugün Azərbaycan siyasəti adına ingilis dilli auditoriyada bir dənə olsun platformamız yoxdur. Çox təəssüf ki, bəli, ara sıra ingilis dilində çıxış edən siyasətçilərimiz və yaxud da vətəndaş cəmiyyətin nümayəndələri var. Misal üçün elə biri Ələsnun beydir, Arif bəy nəfilində, bəzən mən, bəzən digərlər. Amma düşünürəm ki, məqsədyönlü fəaliyyət göstərən bir platformanın olmaması bizim üçün bir qəbahətdir. Ona görə icazə bizdən sadəcə bir nümayiş elətdirərdim ki, hansı bir işi görürük hal-hazırda. Yarımçıqdır, mən istəməzdim ki, fikirləşəsiniz ki, niyə beləncini, amma üstündə iş gedir və çox tezliklə mən inanıram ki, paylaşmağı burada öyrənə bilmədim. Aha, öyrəndim. Deməli, bu gördüyünüz, bu dəyişəndə dəyişir də yəqin ki. Bu Ataxan bəyin şəkli görsənirmi? Sayt. Xeyr. Aha, tamam, başa düşdüm. Onu da səhv paylaşmışam. Siyasi məhsuslar. Bu da paylaşacağım. Artıq dərəcədə üzr istəyirəm. Bir amma Alınmasa bəlkə gələn iclası saxlayaq da qımar kimi. Siyasi məhsuslar siyasını göstərirdin. Bəli, bəli, tamamilə doğrudur. Çox müzakirə getdi bu barədə. Təşəkkür edirəm Xatirə xanım. Yəni, bu sayti yaratmaqda əslində xəbər portalı eləmək deyil. Xəbər saytı kifayət qədər var.
süni intellekt ingilis dilində tərcümə edib. Bu saytı yaratmaqda məqsəd vətəndaş cəmiyyəti üçün think tank ingilis dili, plus o şeylər var ki, onların xülyalarını qururuq, onu reallaşdırmaq üçün bizə imkanlar yaradacaq. Misal üçün, siyasi məhbuslar bayaq Qurban bəy dedi. Mən bayaq göstərdiyim, bax, burada databaza yaradılır, tək siyasi məhbuslar üçün yox. Misal üçün, layihədə var, artıq web dizaynerə demişəm, milli repressiyalar üçün də belə databası düzəltsin, dindarlar üçün də artıq dindarların hesabatı. Əyləşdir bu, vacib işdir bu. Təşəkkür edirəm Qurban bəy, bilirəm. Dindarlarla bağlı hesabat tamamlanıb, mənə verilib, mən onu nəzərdən keçirdiyim çox böyük boşluqlar var. Boşluqlardan ən böyük odur ki, yazılı burada ki, misal üçün 100 nəfər dindar narkotik nəşərlərin həbs olunub, bir dənə də sayt yoxdur, link yoxdur mənbə. Mən maraqlandım, dindarların adını saytlar vermək istəmirlər. Artıq komanda da yaradılır, yavaş-yavaş, işlənəcək də, məlumatlar da toplanacaq. Tədricən siyasi, mən istəyərdim bir ikisini göstərim, misal üçün Vüqar bəy göstərə bilərəm, bax bu cürlə qəşəng. Bunu eləməkdə məqsəd nədir? Sabah süni intellektlər üzərindən işləyən iki dənə saytımız olacaq. Caspian Watch, bir də Azerwatch. Azerwatch sırf Azərbaycan dilli bir kanal və media üzr istəyən think tank olacaq. Yəni diskursları təyin eləmək üçün. Və mən çalışacağım həm Azerwatch printerlər var, Ama mikrofonu bağlayın. Ki gələcəkdə misal üçün lazım olanda ki, siyasi məhbuslar üçün bir hesabatını və yaxud da siyahısını əlimizdə bir əlavə bir mənbə olsun və süni intellektlə işlədiyinə görə bir düyməni basmaqla mümkün misal üçün son 6 ay ərzində insan haqları, insan hüquqları sahəsində hansı problemlər olub? Aşfa standartlarına uyğun bir dənə mənim üçün hesabat hazırlar. Hazırlayacaq. Niyə? Çünki mənbə informasiyası da var. Hələ üstəlik, misal üçün, Azər Qasımov, Vüqar Məmmədov haqqında onu informasiya eləyəndə 2 dənə də link verəcək. Bir Caspian Watch-dan, bir də Azerwatch-dan. Misal üçün Vüqar Məmmədov. Vüqar Məmmədov haqqında bütün saytlar yazır. Amma digər vətəndaşlarımız ki var, misal üçün dindarlar, onların adı heç yanında yoxdur. Ki, düşünürəm ki, ən azı o problemi köklü surətdə həll eləmiş olarıq və ondan əlavə də düşünürəm ki, belə bir databazanın olması vətəndaş cəmiyyəti üçün çox xeyirli olar və mən istəyərdim buradan çağırış edeyim millət vəkillərinə. Əgər kiminsə vaxtı varsa, misal üçün, mən düşünürəm ki, bəzən insanlar bekarçılıqdan olur ki, işə xeyri olmayan söhbətlərə daha çox vaxt ayırır. Kimin imkanı varsa, çox xahiş edirəm. Bildi ki, siyasi məhbus haqqında mən biraz da işləyəcəm. Bu sadəcə bunları indi, misal üçün, hələ belə test üçün yığıram ki, görüm ki, necə olacaq. Daha keyfiyyətli informasiya lazımdır. Ümumi məlumat yox, akademik, nə vaxt tutuldu, hansı cinayət məcəlləsi, maddəsi üzr istəyirəm, saxlanma şəraitində başına hansı hadisələr gəldi, vəkillə təmin olundu, olunmadı, işgəncə halı qeydə alındı mı, ombudsmana şikayət olundu mu, olunmadı mı? Bütün bunlar burada öz əksini tapsın deyə düşünürəm ki, bir sonda göstərim ki, birinci namizəd bəy qeyd eləmişəm. Kimdəsə fikir belə bir sual yaranar, sadəcə birinci qeyd edildiyimə görə ən axıra gedib düşür. Bunu eləməkdə yenə də deyim, təkrar olur və yekunlaşdırım. Düşünürəm ki, həm gələcək nəsillərin qarşısında istər siyasi varislik, həm də gənclərə və digər insanlara göstərmək mümkün olacaq ki, əgər biz düşünürüksə ki, hansı bir işi görmək lazımdırsa, onda təşəbbüsü gərək öz üzərimizə götürək. Amma bir şeydə əmin olmalıyıq ki, sonda təşəbbüs cəzalandırılmasın. Təşəkkür edirəm, hörmətli millət vəkilləri. Teşekkürler Abid Bey. Teşebbüsü cezalandırmak herhalde. Ben eve gelişim doğru olmaz. Uğurlar arzulayıram bu işinizi devam etməkdə və hər bir millət vəkilindən xahiş edirəm ki, Abid Bey yardımcı olsunlar bu işində. Növbəti söz verilir Əli Bəy Quliyevə, hazırlaşma Şirvan Aydınız. Əli Bəy buyurun. Təşəkkür edirəm, hörmətli Xatirə xanım. Hər bir toplum, hər bir təşkilat iki məsələnin üstündə dayanır. Hüquq və əxlaq. Bizim bu vəziyyətə gəlib çıxmağımızda bunların ciddi rolu olur. Hörmətli Qurban bəy dedi ki, bütün bu məsələlərin kökündə Əli Quliyevlə Qurban Məmmədov durur.
Qurban Məmmədovu deyə bilmərəm, şəxsən mən durmuram. Mən hamınızı çox təşəkkür edirəm. Fədakar insanlar burada yığışıblar və bu qədər vaxtını itirirlər. Və bir şey demək istəyirəm ki, Azərbaycan Xalq Parlamentindən başqa Azərbaycanda ikinci bir təşkilat yoxdur ki, 2024-cü ildə bu təşəbbüs qrupunun üzvü kimi mən, Qurban bəy, Ataxan bəy, Abid bəy, onlar buradadır, 4 nəfər. Müxtəlif səbəblər ucbatından ciddi problemlər yarandı, ciddi böhranlar yarandı. Bizim aramızdan adamlar getdilər. Bunu hamınız yaxşı bilirsiniz. Əli Quliyevlə Qurban Məmmədovun arasında heç bir şəxsi münasibətlər yoxdur. Qurban bəy deyə bilmərəm, bu gündə burada yığılan adamların içindən ən çox mənə yaxın olan şəxsi münasibətlərdə deyirəm, Qurban Məmmədovdur. Amma siyasi məsələlərdə 180 dərəcə biz bir-birimizin əleyhiniyik. Burada mən çox şeyləri danışmıram. Ona görə ki, bu mənim ucbatımdan bu problemlər yaranmıyor. Rəyasət heyətinin içindədir. İşçi qrup yarandığına görə işçi qrup bunların hamısını sorğulayacaq. Bir-bir soruşacaq. Nədən bu proseslər baş verir? Burada dostlar dedi ki, Qurban bəy də dedi, Ərəstun bəy də dedi ki, bizim əsas məqsədimiz Azərbaycan daxilindədir. Aşba deyil, bəli. Bizim əsas məqsədimiz Azərbaycandır. Amma burada iştirak edən dostlarımız desin, Azərbaycanda heç nə eləmək mümkün deyil ki, Aşbada, ATƏT-in İnsan Hüquqları Bürosunda, beynəlxalq təşkilatlarda Azərbaycan naminə iş görürük biz. Aşba ilə yox, ATƏT ilə yox, BMT ilə yox, ayrı-ayrı ölkələrdəki parlamentlərindən yox. O gördüyümüz işlər Azərbaycana xidmət edən işlərdir. Qış sesiyasında Abid Qafarov, Kamran Nəsirlinin ora getməyi bizə bir enerji verdi, nəfəs verdi və Azərbaycan, həm Azərbaycan ictimaiyyəti, həm Azərbaycanda olan müxalifət gördü ki, 30 ildə müxalifətin eləyə bilmədiyini xalq parlamenti elədi. Və mən nəyi istəyirdim? Mən deyirdim ki, bizim elə ciddi kadrlarımız yoxdur. Etiraf eləmək lazımdır da bunu. Etiraf eləmək lazımdır ki, bizim içimizdə, bizim parlamentin tərkibində, hətta xaricdə də, daxildə də ciddi kadr potensialı yoxdur ki, biz o kadr potensialı geçsin bizi beynəlxalq təşkilatlarda bizi təmsil eləsin. Azərbaycan üçün bir enerji mənbəyi olsun, Azərbaycan üçün bir ilham mənbəyi olsun. Bunu biz ancaq xaricdə eləyə bilərik. Kim deyirsə? Mikrofonunuz bağlandı. Xahiş edirəm, fikirlərinizi yığacam edərdi. Geç artıq. Buyurun. Çox xahiş edirəm Xatirə xanım, Qurban bəy, digər dostlar, Abid bəy danışdı. Mən uzun... Əli bəy, sizin səsinizdə də qırılma var, siz dinləmək çətindir, səsiniz yaxşı gəlmir. Əvvəl yaxşı gəlirdi, nəsə qırılmalar başladı. İnternetlə bağlı mən üzr istəyirəm, problemlər gəlir, zənglər ard-arda gəlir. Mən qısa danışacağım. Birinci, Qurban bəylə mənim aramda olan siyasi məsələlərdir. Burada şəxsi məsələlər yoxdur və bir çox hallarda çox təəssüflər olsun ki, bunu şəxsi müstəviyə gətirirlər. Belə olmaz. Mən demişəm, o fikrim də üstündə dururam. Xarici və daxili siyasət bir-birini tamamlamalıdır, onu bir-birindən ayırmaq olmaz. Bizim Xalq Parlamentinin ilk debütü, hansı ki Aşbada təmsil olundu, bu son dərəcə ciddi bir şeydir. Və mən də bu məsələ müzakirə olunanda, Qurban bəy deyəndə ki, hər dəfə adamlar dəyişməlidir, mən onun əleyhinə oldum. Mən əleyhinə ona görə oldum ki, hər bir təşkilatda bir komissiya və yaxud bir işi görəndə o adamlara tapşırılır ki, o adamlar kütləşsin. Bir adamın üstündə qurmaq deyil bu. O nümayəndə heyəti böyüdülür,
o nümayəndə heyətinə yeni təkliflər verilir ki, daha yaxşı təmsil olunsun. Amma bu məsələlərin ucbatından bizim ikinci dəfə olan aşbya tədbir əvvəlki tədbir kimi olmadı bu. Bunu etiraf eləmək lazımdır. Kimsə də başqa cür deyirsə, o doğru deyil. Bu xalq parlamentinin millət vəkillərinin gözləri qarşısında olur. Qış sesiyası, bir də yaz sesiyası. Necə yəni? Biz o yaz sesiyasında ciddi tədbirlər görəcəkdik. Mən Abid Qafarovla bir yerdə gedib Almaniya parlamentində Şvabe ilə görüşəndə onun özü dəhşətə gəlmişdi ki, bu belə təşkilat haqqında nə müxalifət mənə deyil, nə mənim xəbərim olmuyor. Mən sizə ciddi kömək edəcəm. Necə Rus müxalifəti, eləcə də xalq parlamenti əsas olmaqla digər müxalifət nümayəndələri ilə görüşüb, sizin çox tezliklə qış sesiyasına qədər Aşbada təmsilçi kimi olacaq. Təsəvvür edirsiniz bu rejimin belini qırmaq üçün necə böyük imkanıdır. Amma xoşagəlməz hallar baş verdi, xoşagəlməz. Mənim dediyim eşidilmədi. Abid Qafarov 19 martda buradan çıxıb gedəcəkdi. Mən Əli Quliyevin təkidləri, xahişləri nəticəsində Abid Qafarov qaldı. İndi də Ataxan bəy, Abid Qafarov buradan Ataxan bəy deyir, mən istifa verirəm. Abid Qafarov buradan getmək istəyir. Mən Abid Qafarova da, Ataxan Əbilova da, buradakı olan adamlara da, başda özüm başda olmaqla, buradan gedəcəyi halda onlar xalq parlamentinə xəyanət edirlər. Onların o ixtiyarı yoxdur. Amma orada işgüzar mühit yaranmalıdır. Mən heç o rəyasət heyətinin iclasında iştirak etmək istəmirdi. Rəyasət heyəti dəvət edirdi Qurban bəy məni, təşəbbüs qrupunun ilk üzvləri kimi, ona görə gedib orada iştirak edirdi. Orada da işdən bağlı, şəxsi məsələlərlə bağlı heç bir söhbət getməyib. Daha geniş məlumatı Abid Qafarovdan, Ataxan Əbilovdan, Qurban Məmmədovdan, Xatirə Cəbrailovadan, Ərəsbin Oruçludan, onlardan soruşanda, onlar deyəcək. Burada mən sizdən soruşuram. Burada hansı qruplaşma var? Burada heç bir qruplaşma yoxdur. Zakir Hüseynov, Abid Qafarovla danışmağı, bu məsələnin, Qurban bəy deyirdi ki, bu məsələ fitnədir. Burada istənilən adam, mən burada istənilən üzvə xalq parlamenti ilə bağlı zəng edirəm, onlarla danışa bilərəm. Burada nə var ki? Rəyasət heyətinin, Qurban bəy deyir ki, rəyasət heyətinin qərarları geçsiz, şərtsiz əməl olunmalıdır. Gündəliyi dəyişmək nə məsələdir ki? O rəyasət heyətinə etimadsızlıq deyil ki. Bugün rəyasət heyətinə biz etimadsızlıq elədik. Burada mən də indi fikrimdə qalıram. Hələ yaxşı ki, bu məsələlər orada müzakirə olunmadı. Onda başqa şeylər çıxardı. Biz xalqın problemlərin, xalqın dərdlərin, rejimin əleyhinə getməyin, rejimin getməsi üçün çalışmağın əvəzinə daxildə olan problemləri orada deməli deyil. Qurban Məmmədov canlı yayımda Əli Quliyevlə onun arasında bu məsələlərin olmağını özdə səhv olaraq deməli deyil. Əgər burada tam səmimi olmaq lazımdır. Gecə, gündüz 2024-dən təşəbbüs qrupu yaranandan bugünə qədər buradakı olan adamların nə qədər əziyyət çəkiblər. Ən çox əziyyət çəkən adamların da başında Qurban Məmmədovdur. Ona görə ki, Azəri Firidun olmasaydı, o işləri biz necə eləyə bilərdik? O maliyyə vəsaitini necə tapa bilərdik? Amma heç də o Qurban Məmmədova əsas vermir ki, Qurban Məmmədov minlərlə adamın səs verdiyi seçicini, millət vəkilini, hər hansı tənqidə görə, hər hansı, hətta əxlaqsız hərəkətə görə birinci dəfədən məhrum eləsin. Belə şey olmaz. Əli bəy, siz nə danışırsınız? Adam şərbət... Mən öz fikrimi deyirəm, Xatirə xanım. Əxlaqsızlıq eləyəcək, biz ona susmalıyıq. Əxlaqsızlıq.
əxlaqsızlıq. Siz rəhbərsi Ali bəy, siz nədən? Qurban Məmmədov, Buyurun. Xatirə xanım, üzr istəyirəm, Xatirə xanım, sözümü kəsməyin. İndiyə qədər məndən də çox danışdılar. Heç kimin sözünü kəsmədiniz. Mən demirəm ki, əgər orada söyübsə, əxlaqsızlıq eləyibsə, o başqa məsələdir. Amma bu adam, Faiq Əliyev, orada düzgün hərəkət eləməyib, haqsız olaraq Qurban Məmmədovu dağıdıcılıqda ittiham eləyib, o əsas vermir ki, birinci dəfədən onu xaric olunsun. Bu məsələlərə mən toxunmadan geri qayıdıram. Yaxşı olmazdımı ki, Abid Qafarovun burada o danışdığı məsələ orada müzakirə olunardı. Nəinki 2 saat vaxtı biz Faiq Əliyevə sərf elədik. Hansı ki, və İntizam Komissiyası orada iclas eləyib, orada qərara gəlib, orada heç bir təzyiq olmuyor. Sonradan başqa söhbətlər çıxdı ortaya. Yəni mən nəyi demək istəyirəm? Mən işçi qrupdan xahiş eləyirəm, Abid Qafarovdan, Qurban Məmmədovdan, Rəyasət-i Xatirə Cəbrailovadan, Ərəstun bəydən, onlardan dinləsin bu məsələlər nəyə görə baş verir. Dinləsin nəyə görə bu böhran baş verir. Onları desin. Onlardan gedir söhbət. Yoxsa Əli Quliyevlə Qurban Məmmədovun arasında, bəli, mən demişəm, indi də sözümün üstündə dururam. İstənilən bir təşkilatda, dövlətdə bir məsələ ardıcıl, sistemli olmalıdır, davamlı olmalıdır. O işi yaxşı bacaran kimdirsə, o adam kənarlaşdırılmamalıdır hər hansı şəxsi mülahizələrə görə. Hətta o adamın müəyyən çatışmazlıqları varsa, müəyyən təkəbbürü varsa, müəyyən qüsuru varsa da, o xalq parlamentinə belə təsir eləməz. Çağırarlar, deyərlər, o məsələdə də həmin o təkəbbürü olan adam korrektə eləyər orada, zəhmət çəkər. Ki, digər dəfə eləməz bunu. Ona görə, əziz, hörmətli millət vəkilləri, əziz, hörmətli dostlar, biz bunu işi başlamışıq və iş uğurla gedir, amma müəyyən islahatlar lazımdır. O islahatlar da onunla bağlıdır ki, bəli, gündə lazım deyil rəyasət heyəti yığışsın. Lazım deyil həftədə bir dəfəm xalq parlamenti yığışsın. Ayda bir dəfəm, 2 dəfə yığışsın. Hər dəfə onsuz da Azərbaycanda olan vəziyyəti adamlar bilir. Nə insanlarımızı tükədək, nə də bir səmərəli iş qoyaq ortaya. Bu da ancaq səmimilikdən keçir. İnsanların arasında şəffaflıqdan keçir. Yoxsa bir adam, bir millət vəkili cəsarəti çatmayacaq başqa adamla danışmağa ki, mən zəng eləyə bilməyəcəm İradə xanıma, Şirvan bəyə, Elşad bəyə, başqa adamlara ki, öz fikirlərimi bölüşməyə. Sonra sabah bu adamlar deyəcək ki, Əli Quliyev separatçılıqla məşğuldur. Necə ki, Qurban bəy mənə deyir ki, sən separatçılıqla məşğulsan. Hansı ki, biz buradakı hər bir adamın üstündə əsməliyik. Abid Qafarovun, Ataxan Əbilovun, Qurban Məmmədovun və burada olan istənilən sıravi bir adamın itirilməsi bizim üçün dəhşətli bir şeydir. Bizim cəmi 30-40, 50 adamımız yoxdur heç. Amma bizim 10 minlərlə adamımız olmalıdır və o minlərlə, 10 minlərlə adamların da üstündə əsməliyik. Mən özüm yaxşı oğlan ola bilərdim. Heç kimin xətrinə dəyməzdim. Mənim nəyimə lazımdır? Abid Qafarovu mən bu efirlərə çıxanda tanıyıram. Amma hansı ki burada çox adamlarla, Qurban bəylə, Ərəstun bəylə, başqa adamlarla mən şəxsi həyatda şəxsi münasibətlərim olub. Qurban Məmmədovla 30 illik dostluğum olub. İndi də mən onu xələl gəlməyini bəlkə Qurban bəy tərəfindən gəlib deyə bilmərəm. Sözümü bitirirəm, uzun danışdığıma görə sizdən üzr istəyirəm. Amma bu məsələlərdə siz möhkəm dayanmalısınız. Əgər Əli Quliyevin işçi qrup yaranıb, bu təşkilata iynənin ucu boyda ziyanı dəymiş olsa, mən sizdən xahiş edəcəm canlı yayında onu deyəsiniz. Amma digərlərinin səhvi varsa, günahı varsa da qapalı toplantıda, hamınızın yanında deyin üzünə, məcbur eləyin onlar barışsınlar
məcbur eləyin onları, üzr istəyirəm ifadəmək, kişilikləri, ləyaqətləri çatsın ki, xalq parlamenti naminə, Azərbaycan xalqı naminə bütün olanları bağışlasın. Abid Qafarov da bağışlasın, Qurban Məmmədov da bağışlasın, rəyasət heyətinin üzvləri də bağışlasın. Hamı bağışlasın. Bu Azərbaycan xalqının bu günə gəlib çıxmağında Etibar Məmmədovun, İsa Qəmbərin, Əli Kərimlinin, onların o şəxsi münasibətləri darmadağın elədi o təşkilatları və Azərbaycan xalqını gətirdi bu faciə çıxartdı. İndi bizim ixtiyarımız yoxdur ki, bu təşkilata toz qondura, bu təşkilatın zəifləməsinə səbəb ola. Deməyək ki, Abid Qafarov istəmir, çıxsın, getsin. Abid Qafarov bu sözü deyib, adam kişi olar, sözündən dönməz. Bu adam getməlidir, üzə salmalıdır. Nəysə, uzun danışdım, üzr istəyirəm sizdən. Teşekkürler. Əli bəy, düz 16 dəqiqə danışdınız. Ona görə deyə bilmərsiniz ki, sizə danışdınız. Xatirə xanım, xahiş edirəm mənə söz verin. Mən Qurban bəydən üzr istəyirəm. Yo, mən səndən sorayam. Əli bəy çox bir tərəfli danışdı, çox bir tərəfli və burada qərəzli rəy formalaşdırmağa çalışdı. Mən bir daha peşmanam ki, bugün alternativ variant təklif elədim. Biz burada açmalıydıq. Əli Quliyevin dediyindən belə çıxdı ki, Abid Qafarov getdi, parlament üçün çox vacib bir iş gördü. Bəli, gördü. Sonra nə oldu? Əli Quliyev bunun üstündən keçir. Ərəstun bəy, üzr Bir dəqiqə xahiş edirəm, bir dəqiqə yox. İki qrupa görə danışıram. Hər dəfə burada bazar yaradırsınız, Əli bəy. Hər dəfə bazar yaradırsınız. Hamının sözünə müdaxilə edirsiniz. Siz 16 dəqiqə danışdınız. Mən sakit oturdum, dinlədim. Hansı ki danışdığınızın 90% ədalətsizliyi idi. Bir tərəfli idi, qərəzli idi. Yetər, bəsdir. Niyə düşünürsünüz bizim deməyə sözümüz yoxdur? Siz neynədiniz? Abid bəy gəldi oradan, özündə bir qürur hiss elədi, bir belə, nə bilim, güc hiss elədi. Bütün rəyasət heyətini təhqir elədi. Niyə bunu demirsiniz, Əli bəy? Niyə bunu demirsiniz? Adam demir, imkan verməyə danışmağa. Əli bəy, bura xalq cəbhəsi deyil, xalq parlamentidir. Ərəstin bəy, mən təklif edirəm ki, Ərəstin bəy, icazənizlə, mən təklif edirəm ki, bugün biz müzakirələri yekunlaşdıraq və qapalı iclasda onu göstərdi ki, mütləq açıq müzakirələr olmalıydı. Və sözün düzgün deyim, mən bugünkü iclasın nəticəsindən çox narazıyam. Mən rəyasət heyəti iclaslarından qoşulmayacağım o vaxta qədər ki, bu məsələlər açıq iclasda müzakirə olmayacaq. Müdürlü sayın, mən bu təklifdə mənasız, boş-boş, o işçi qrupu inanın mənə, xəbəri yox deyə olub bitəndən. Onlar nə araşdıracaqlar, onlar nə qərar verəcəklər, nə rəy verəcəklər. Olub bitənləri Rəsmi bəy, siz görmüşsünüz, mən görmüşəm. Biz də danışmalıyıq. Biz insanlar açmalıyıq hər şeyi. Nahaq bu mənasız iclas bugün oldu. İşçi qrupunun yaradılması mən hesab edirəm ki, parlament tarixində bəlkə də ən axmaq bir qərar oldu və ən mənasız təklif oldu. Məndən inciməyin, amma mən olanı deyəcəm. Mən hamınızdan üzr istəyirəm. Heç vaxt bu işçi qrupu açıb deyə bilməyəcəm millətəklər. Mən hamınızdan üzr istəyirəm o təklifi verdiyimə görə. Mən hər kəsdən üzr istəyirəm. Bu günəcən baş verənləri kompromis xatirinə, parlamentə ziyan dəyməsin xatirinə gizlətdiyim üçün eləmişəm bunu, boynuma alıram. İstəməmişəm ki, məsələlər dərinləşsin. Amma mənim üçün Əli bəyin bayaqki çıxışı dərs oldu. Bu gündən sonra heç nəyə gizlətməyəcəm. Və nə var, hamısını danışacağım. Və israr eləyəcəm ki, açıq iclas olsun, açıq müzakirə. Qurtardı getdi. Məndən bu qədər. Xatirə xanım, xahiş edirəm, iclas bağlamamış 2 nəfər müraciət edib. Qurban bəy və Şirvan bəyə. Bir şey deyim ki, gələn iclas, mən bir daha deyirəm, gələn iclas açıq müzakirələr dəstəklənməsə də mən deyəcəyim sözləri deməliyəm. Xahiş edirəm ki, indidən bütün millət vəkillərinin xəbəri olsun, mənə 7-8 dəqiqə vaxt verilsin ki, mən çıxışımı edeyim. Mənim ixtiyarım var, rəyasət heyəti üzvü kimi bildirim ki, mən niyə görə bu rəyasət heyətində artıq çalışa bilmirəm. Mənim üçün çətindir. Teşekkürler. Burada söz istenmişler Şirvan Aydınov ve Qurban Məmmədov. Bayaq deyirdiniz, mən məsuliyyətdən qaçıram, başa düşmədim. Yo, məsuliyyət məsələsi deyil. Ataxan bəy, siz sədr olmaq məsuliyyətindən qaçırsınız. Yox, siz özünüz gedirsiniz. Siz özünüz gedirsiniz. Rəis niyyətində səmimiyyət olmasa, atmosfer olmasa, nə sədrlik eləmək? Resmen səmimiyyət olmağa imkan vermir sizə. Açıq müzakirələrə heç kim burada imkan vermir. Niyə?
Niyə mən danışa bilmərəm? Niyə mənə 7-8 dəqiqə danışmağa imkan verilmədi ki, ay nə bir sədrin burada Əli Quliyev özünün belə natamam verdiyi rəyin belə necə deyirəm, şübhə altına alınmasına etiraz bildirir. Burada parlament sədrinin gündəliyə saldığı məsələni gündəlikdən çıxartdırıldı. Hələ mən bildirdim ki, parlament sədri hamımızdan informasiya alır. Bunu nəzərə alaraq müzakirələr edin ki, əgər parlament sədri nəyisə gündəliyə salıbsa, deməli vacib bildiyi bir məqam var və sizə çatdırmalı olduğu bir məqam var. Buna nə deyirsiniz? Buna normal yanaşmamı demək olar. Mən görürəm ki, parlamentdə təxribatlar davam edir və mənim böyük şübhələrim var ki, gələn iclasa qədər bu təxribatlar daha da artacaq və bu yaradılmış işçi qrupu bu təxribatların daha da genişlənməsinə şərait yaradacaq. Ona görə də üzrlü sayın, mən açıq iclasa desəm də ki, rəyasət heyətindən işçi qrupunun iclasını istəyirəm, mən o iclaslara qoşulmayacağım. Mənim deyəcəyim söz cəmi 7-8 dəqiqəlik sözdür. O sözü də mən gələn iclasda deyəcəm. Təşəkkürlər. Sözü verirəm Şirvan bəyə. Buyurun, Şirvan bəy. Sağ olun Xatirə xanım. Kirimdə yayındı. Xatirə xanım, mən təxminən başa düşürəm orada nə baş verdiyini. Təxmin edirəm ki, orada nələr baş veribdi. İnşallah düzələr, yoluna qoyular bu iş. Bir neçə fikirlərim var, onu görüşmək istəyirdim sizinlə. Yəni bu danışılan temalar barədə seçkiləri dəyişmək bu normaldır. Düşünürəm ki, onun xeyri olar, ziyan olmaz. Deyəcəyim, riyasət heyətinə yox, millət vəkillərinədir. Ay qardaşlar, ay bacılar, sizə elə gəlmirmi ki, riyasət heyətinin yorğunluğuna biz də təkan vermişik. Biz onların arxasında lazımı qədər durmamışıq. Bu barədə fikirləşməyinizi istəyərdim. İtirəndə, bu riyasət heyətini itirəndə qədrini biləcək. Gəlin bugündən biləyim onların qədrini. Mən hesab edirəm ki, bu qatarın lokomotivi bugünkü riyasət heyətidir. Bilmirəm, insanları mən tanımıram. Bəlkə də belə bir potensial var aramızda. Mən şəxsən görmürəm o. Bugünkü riyasət heyətində olan potensialı mən başqalarında görmürəm. Bunların qədrini biləyim. Arxalarında durmaq lazımdır, mən hesab edirəm, kömək eləmək lazımdır. Baxın, sizin hər biriniz mənimsiniz, canım ciyərimsiniz. Sizin aranızda olan bu mübahisələr, hər birinizin mübahisəsi ürəyimdə bir dağ, bir yara açır. Mənim üçün çox ağırlıdır qulaq asmaq sizin bu mübahisənizə. Yəni, biz Bakıda parlamentdə oturmuruq. Biz buraya yığılmışıq nə üçün, nə məqsədlə? Bizim məqsədimiz nədir? Bir-birimizlə mübahisə eləmək üçün buraya yığılmışıq. Niyə birimizin dediyini o birimiz qəbul edə bilmirik normal? Nə baş verir? Nə olubdur bizə? Bu Faik bəy barədə mən bir söz demək istəyirəm. Demək istəmirdim, amma deyəcəm. Prosto mənlə də ayrı-ayrılıqda çox adamlar danışır, amma heç vaxt heç birinin dediyini mən açıb burada danışmamışam ki, nəsə yaranmasın, mübahisələr yaranmasın. Amma Faik bəy təxminən bir aydır yadımda deyil. Yəni, bəlkə də adam yaşlıdır, bəlkə də, amma mənə elə gəlir ki, o bu gedən qatara bir ayağını qoyubdur, bir ayağı bu qatardadır. Və bu qatarın yanında da bir balaca tramvay gedir, o bilirsiniz kimlə söhbət gedir. Bir ayağı da oradadır. Başa düşürsünüz nə demək istəyirəm da. Bir ayağı oradadır. Oradan alır, buraya ötürür, buradan alır, oraya ötürür. Və mənə də Qurban bəyi o günahlandırdı ki, yalan danışır, nədəsə. O şəxsən onun bir yalanını mən onun üzünə demişəm. Mənə dedi ki, mənim ən belə xətrini çox istədiyim bir dostum güya ki o tərəfə namizədliyini veribdi. Dönə-dönə soruşdum bunu sana kimdir, dəqiqmi? Deyir, Teymur Emin bəyli dedi.
İndi sual çıxır, sən düz adamsan Teymur Eminbəyli'nə sən nə işin var bu ayrılıqdan sonra? Mən də elə bir başıma qaynar su tökdülər. Dedim ki, Faiq bəy, belə şey ola bilməz. Əgər belə şey varsa, mənim o dostum, canciyərim, mənim təpəmdən güllərini vurmuş kimi bir şeydir o. Yəni, Faiq bəy, gəlin verəyin onun yaşına hörmətlə, izzətlə yola salalım geçsin, onun burada qalmasının yeri deyil. Son neçə iclaslarda da baxıram şeylə, başlayan kimi başlayır, topu tüfəngi əlinə alıb başlayır güllələməyə. Yəni, bu da belə. Başqa nə deyim vallahi, acıdır, lazımdır bir-birimizi başa düşəyin. Əli Quliyev qardaşımız da birdən qazı basır, elə gedir, dayanmır, fikirləşmir, dalını, qabağını, bəzən belə momentlər olur. Əli bəy, bu bayaq danışığınız məni də asmadı heç. Nə deyim valla, sağ olun diqqətinizə görə, başqa nə... Təşəkkürlər. Şəhan bəy, mən sizin fikrinizlə razıyam ki, bəli, parlament sədrinin gündəliyə saldığı məsələni 3 saat mənasız müzakirələrlə gündəlikdən çıxartmaq, elə rəyasət heyətinin enerjisini boş-boş almaq deməkdir. Çox, enerjimiz boşuna hədər gedir, çox. Sizləri rəyasət heyəti. Mənasız nəticəsi olmayan gündə gecə-gecə iclaslar keçirsin öz komitələri ilə, komissiyası ilə. Hər halda mən nəticə görmürəm ki, bir hesabat xarakteri məruzələrinin çıxış eləsinə. Mən belə şeyin tərəfdarı deyiləm. Mən belə iclaslarda çox olan deyiləm. Abid bəy, mən bu son danışdığa, həmişə belə görmək istəyirəm, Abid bəy. Həmişə belə görmək istəyirəm səni. Lazımdır, günahkar, şimdi üzr istəyib barışmaq lazımdır. Bu dağıtmaq lazım deyil, biz dağıtmaq üçün buraya yığılmamışıq. Birincində Abid bəydir, sonra İsmail. Abid bəy danışmışdı, Abid bəy danışmışdı. Deyəcəkdim, itirazı Necə? Abid bəy, buyurun. Tanıdığımdan saldım ki, uzanmasın. Təşəkkür edirəm, amma bir də onu deyim ki, mən artıq dərəcədə üzr istəyirəm. Bəzən mənim adımdan mənim heç vaxt dilimə götürmədiyim sözlər istifadə olunur. Mən məsəl üçün heç vaxt heç yanda deməmişəm ki, ancaq Abid getməlidir. Qurban bəy, eşitmirsən məndən izləyirəm ki, belə bir şey. Sən yox, elə dərd odur ki, bunu hamısı edən Əli Quliyevdir. Axı mən iclasda Əli Quliyevdən də soruşdum bir kərəm ki, belə söz demişəm, dedi, yox. Və İndi mən proqram tutanda deyəcəm, danışacağım o barədə. Yəni, nə üçün deyirəm? Ya, üzr istəyirəm, mən bu şeyi niyə görə deyirəm? Mən əslində, mən tam razıyam hər kəsdən ki, çox uzandı. Artıq burada Almaniyada 12-dirsə, Bakıda saat 2 deməkdir. Hər bir halda mən çox xahiş edirəm ki, belə şeyi nəzərə alırsınız ki, bəzən olur ki, insanların demədiyi sözlər nə üçünsə başlayır sirkulyasiya eləməyə və adam özü də qalır çaşbaş ki, axı mən bu sözü deməmişəm, bu niyə görə bu söz başlayıb fırlanmağa? Və fikirləşə geçmək istəmirəm, mən fikir bildiyimdir. Təşəkkür edirəm. Bəzən belə olur ki... Yekunlaşdıraq gec deyirsən, saat. Təşəkkürlər. Ataxan bəy 15 dəqiqədir. Mən sizə aradan çıxmağa imkan verməyəcəm. Bunu deyəcəm. Mübariz bəy, buyurun. Çox sağ ol, Xatirə xanım. Mən diqqətinizi bir şeyə çatdırmaq istəyirəm. Bizim iclas qutaran 90 dəqiqəyə yaxındır. Biz hələ də ayrılmırıq. Bunun səbəbini siz yəqin hiss edirsiniz. Yəni, hər kəs burada narahatdır. İstəyirlər bir-birimizlə, Mübariz bəy. Hamı bir-birini burada çox istəyir. Ay, sağ olun. İstəmək həmişə istəyir. Mən də o demək istəyirəm. Bir-birimizi çox sevdiyimizdən də ayrıla bilmirik. Amma niyəsə didişirik arada bir. Hər şey öz yerində. Bir dəqiqə. Niyə? Yanvarda yadınızı gəlir, biz necə səmimi idik, indiyə kimi yavaş bu iclas başlarında necə idi? Hamı bilən, tik, kirpi kimi durub, nə deyir, Napoleonun situasiyası içərdə, amma indi boşalmışıq, uzanırıq, odur, budur. Sizə bir söz deyim, biz həmişə qalstuklu görüşləri keçiririk, bu düzgün deyil axı. O, Avropadakılar yaxşı bilir, get bir kafedə kofe iç, ya get golf oyna, bütün böyük siyasi əsas qərarlar heç 10 saatlıq işdə yox, ondan sonra gelib 1 saatlıq kafedə görüşdə, orada burada əsas həll olunur. O, bizim 4 saatlıq, 3 saatlıq iclasımız, o qalstuk görəndə bizim millətə bir şey xoşlamadığı iki şey var. Bir paqonu, bir qalstukdur. Biz də orada biraz sıxılırıq, eləyirik. Amma ondan sonra fikir verin, boşalmışıq, söhbət açılır. Sizin rəyasət heyətiniz ən böyük günahlardan birisi o idi ki, qardaş,
son 5 ayda, 6 ayda siz səmimiyyəti bərpa eləməmişdiniz. Bu nədə? Bax, indi mən sizə təklifim var. Hər iclasdan sonra, bax, Xatirə xanım, siz 5 məsələ götürmüşsünüz və 2 saat onun müzakirəsinə qoymuşsunuz. Ay bacı, 5 məsələnin müzakirəmə azı 4-5 saat lazım. Məsələn, komsomol dövrdən nəsə bir iclaslar aparılan məsələnin dərinliyinə və sayına asılı olaraq biz müddəti müəyyən edirdik. Sizdə standart 2 saat. Bir məsələ də olsa, 5 məsələ olsa. Bu da düzgün deyil axı. Sözüm canı nədir? Gəl eləyək ki, hər dəfə iclasdan sonra bir 20 dəqiqə, 30 dəqiqə dayanaq. Boşalaq, söhbət edək. Mən sizə söz deyirəm, Quran haqqı. Bu bizə hər şeydən yaxşı, hər şeydən relaks, bir-birimizə yaxınlaşasıyıq. Məktəbdə olan müəllimlər kimsə olsa bilir. Axşama kimi dərs deyirsən, telekomdan, institutda uşaq səni başa düşmür, amma təcrübəyə gelirsən, böyründə adi paltarda oturursan, orada otur üstünə bir daha alma yiyirsən, uşaq səni biraz da yaxşı başa düşür, dərsi biraz da yaxşı razılayır. Bizə bu canlı kontakt bizə lazım. Bu qalstuklu görüşlərdən çəkinək. Həm bizə bir yanımızdakına bacımız, qardaşımız kimi yaxınlaşaq və nəsə bizə zərbə gələnsə adam kimi yox. Heç olmasa 30 ilin xalq parlamentində bu indiki başımızda olan psixikanı tullayaq bir qırağa da. Bugünkü kimi səmimi olaq və cəsarətli olaq. Hər dəfə iclasdan sonra oturaq bir 30 dəqiqə. Valla onun effektini biz harasa 2 həftə, 3 həftəyə görəsiyik. Bu qədər. Çox sağ olun. Təkliflərinizə görə təşəkkürlər. Mən də təklif edirəm ki, həqiqətən gündəliyə bundan sonra 3 məsələdən artıq məsələ salınmasın. Həqiqətən də belə bir iclas aparmaq çox çətin olur. Növbəti söz verilir Şahin bəy Şirinliyə, sonra Qurban bəyə veriləcək. Şahin bəy, buyurun. Mən birinci Ərəsli bəyə çox minnətdarlığımı bildirirəm. Bugünkü iclası bir aparmağa görə, gündəlik elədiyi dəyişikliyə görə. Dostlar, hamının ürəyi doludur. Komissiya yaratmışıq. Hamı gedib komissiyada ürəyi boşalsın. Burada təzədən müzakirə açmaq yaxşı şey deyil. Öz vaxtımızı alırıq, özümüzdə yoruyor. Bizdən gözdən doluruq. Dostlar arasında münasibətlər korlanır. Və ehtiyac yoxdur. Və yenə də əvvəlki başlanğıc vəziyyətə, canlı yayında da əgər bir şey olmasa almaq yenə öz əlimizdədir. Onu da eləyə bilərik. Heç də peşmançılıq keçirməyin. Ola bilər ki, bugünkü iclasında kimsə nəticə çıxdı, özü başa düşdü ki, harada səhv edibdir, harada başa düşdü ki, daha səmimi olmaq lazımdır. Əli Quliyev də ürəyim boşaldı, ürəyi doludur. Əli bəy də bizim dostumuzdur. O ürəyi yanır ki, belə deyir. O şəxsi mənafeyinə görə demiş ki, bunu. Əli bəydən də xahiş edirəm ki, bütün fikirlərimi, o cümlədən bütün dostlarımızdan xahiş edirəm, bütün fikirlərimizi hamımız o yaradığımız komissiya danışın və ona kömək edin. Çox sağ olun. Təşəkkürlər Şahin bəy. Mən istəyirəm ki, Əli bəy biraz özündən bu yükü atsın. O elə bilir ki, parlamentin taleyinə görə yalnız o narahatdır. Bu yükü biraz üzərindən atsın. Burada narahat olanlar hər bir millət vəkili, eləcə də hər bir rəiset heyəti üzvü parlamentin taleyinə görə narahatdır. Ətrafımı yekunlaşdıraq, mən Qurban bəy, sizdən. Təşəkkürlər. Mən açığı bəzi şeylər demək istəmirdim, amma Əli Quliyevin buradakı bu çıxışını dinlədim ki, o 25-24 nəfər hazırda adam var. Bunların hamısının gözü qabağında o şeylər dedi. Mən məcburam ki, onun qeyri-səmimiliyi ilə bağlı burada faktları deyim sizə. Mübariz bəy, əvvəla mən çox istərdim ki, retorik sual verirəm, cavab verməyə ehtiyac yoxdur. Şəxsi dostluq münasibətləri bizə mane olmamalıdır haqqı deməyə. Bu istənilən adama aiddir. Şəxsi münasibətlər, ya komissiyada, ya restoranda, ya qonşuluqda haqqı ədaləti deməkdən çəkindirməməlidir. Əli Quliyev bəyə biz ifadə işlədik ki, niyə kimsə kimə zəng edib danışmamalıdır və bunu niyə belə şübhə atılmaq lazımdır. Bizim bu rəiset heyətində yorğunluq hamısı boş şeydir. İnanmayın dostlar. Nə Ataxan bəyin dediğine inanmayın, nə Ərəstun bəyin dediğine yorğunluq, heç bir yorğun zadiyyat ola bilməz. Şu bizim başımız olubdur ki, biz bu nədir Milli Məclisin sədri? Onun qədər olmamış. Adam oturup 5 il orada işe bağlı yorulmur. Biz 1 il başlamış fəaliyyəti yorulmuşuq. Belə şey yoxdur. Sadəcə olaraq parlamentdə yanvar sesiyasından sonra Abir Qafarovun davranışları ilə bağlı müəyyən problemlər yarandı rəiset heyətində. Bizim qərarımız var ki, Məsləhət Şurasının iclasları iclasın iştirakçılarının razılığı olmadan yayıla bilməz. Və buradan hamımız yanına deyirəm. Əli Quliyev, məsələ qaldırın sabah xahişəm iclasda, rəiset heyəti, Məsləhət Şurası qərar qəbul edin ki, hə, o materiallar bu mübahisənin həlli üçün yayılsın. Mən Ataxan Əbilovun
Abidin onu küçə söyüşünə söyüb təhqir etməsi barədə çıxışını və doktor deməli Şahin doktora Abid Qafarovun zəng eləyib ki, məni Bakıdan demişdilər ki, səni yanvara qoymayacaqlar, yanvar sessiyasından sonra getməyə aprelə. Bunu da Bakıdan rəyasət heyətinə təzyiqlə bunu eləyəcəklər. Bunu qoyaq ortalığa. Onda biləcəksiniz ki, söhbət nədən gedib, nə baş verir ki? Əgər Abid Qafarov bu şeyi deyirsə doktora, mənim qarantiyam yoxdur ki, daha kimə deyib və ya doktor kiməsə deyib deməyibdi. Mən bunu nəzərə yoxlayıram. Söhbət nədən gedir? Bu tip hərəkətlər rəyasət heyəti haqqında ehtimatsızlıq yaradır. Başa düşünün, burada sənə mənim xoşuma gəldi. Burada məsələn bilirəm ki, elə adam var ki, Elçi bəyə görə mənə nifrət eləyir. Bunun haqqı, hüququdur, neyini, özü bilər. Biz burada parlamentin fəaliyyətini müzakirə edirik. Sənin mənim şəxsi münasibətim yox. Mənə xoşun gəlməyə bilər, nifrət edə bilərsən, sənin öz işindir. Burada konkret məsələlər var. Əli Quliyev danışıb, Abid Rəsuluma dediyi kimi, bir istəsin nəyə, o istəsin demir. Hepsi o da elə bil ki, seçmə üsulü ilə təqdim edir. Çünki ki, bundan başqa parlamentin taliyinin üstünə yoxdur. Burada olanların hamısı parlament üçün həyatını qoyub. Ərəslu bəy haqqında hökm çıxıb, Abid haqqında hökm çıxıb, mənim haqqında hökm çıxıb. Və orada yaşayan Azərbaycan bizim qardaşlarımız isə İradə xanımın başda olmağının hamısının həyatı təhlükədədir. Bunu biz bilirik. Amma bu rəyasət heyətində, rəhbərlikdə məhz Abid bəyin bu davranışları ilə bağlı problem yarandı deyə qərar verildi ki, qardaş, bu ictimai yükü Abid bəy darta bilmir. Yanvar sessiyasından sonra. Başqa adamlar geçsin, yeniləri geçsin. Əli Quliyev isə bunu görə-görə, bilə-bilə, özü də etiraf edir ki, bəli, Abid Qafarovun hərəkətlərində problem var, sağlamlığında problem var. Bunu bilə-bilə və təsdiq eləyə-eləyə zorla dirəşib, yox, bu belə olmalıdır. Və indi də hörmətli Zakir bəy istəyir ki, Kamran bəy belə pis işlədi, Abid bəy yaxşı işlədi. Belə olan yerdə Abid bəydən tələb olan odur ki, Abid bəy əlini saxlamaq ki, bir axsaqal dur, xahiş edirəm. Mənim hörmətim var, sənin mənə qayğını başa düşürəm, amma bu yaxşı hərəkət deyil Zakir, bir axsaqal. Mən də sənin övladınam, Kamran da. Və Kamran mənim gördüyüm işdən heç az iş görməyib. Belə şey danışmır. Bunu deməli Abid, başqası deyəndə düzgün başa düşülməyəcək. Abid bəy susur. Mən çox xahiş edirəm, bir şey biləsiniz. Əgər görülən işlər, alınan müsahibələr yan-yana qoyulanda, Kamranın gördüyü iş, Əli Quliyevlə Abidin bir yerdə, Abidin də Kamranla yanvarda gördüyü işdən 2-3 dəfə çoxdur. Rəsmi sənədləri var, subutları var, video materiallar var. Amma bu demək deyil ki, deyək ki, o yaxşı, bu pisdir. Yanvar sessiyasında ilk dəfə idi, tələ getmişdilər. Parlament sədri ilə görüşün özü Kamrana göndərilən elektron dəvətnamə ilə baş tutdu. O da təsadüf oldu, getdilər, əla, gözəl, əvvəldən bizim hazırladığımız suallar danışılmışdı rəis heyətində. Şəxsən o sualları mən yazıb göndərmişdim Abid bəyin telefonuna. O da məqamında sualı verdi, dap-dap döşədi zanına, sözünü dedi, əla, super. Bu bizə əsas vermir ki, sonra duraq, biraz yekəxanalıq eləyək, başqalarını təhqir eləyək ki, yox, məndən başqa yoxdur. Və Əli Quliyev də özünü və başqalarını inandırmağa çalışacaq ki, yox, ancaq Abid Qafarov olmalıdır və stanım. Qardaşım, Şahin doktora Abidin bu sözü deməsi çox pis bir şeydir. İndi Abid bələ mən danışmışım, deyək, yox, mən heç söz deməmişəm, doktor mənə düzgün başa düşməyibdir. Ataxan bəy deyək, mənə küçə söyüşünü söyləyib təhqir eləyir, mənə durənləri, Əli Quliyev, Ataxan bəy, sən gelin, beni inandırmağa çalışır ki, Ataxan bəy deyir ki, mənə söyüb, deyir, nətər söyüb ki, deyir ki, o mənə deyir ki, mən sənə daha sonra yeməyəcəm. Dedim, Azərbaycan dilində Ataxan bəy bilmir ki, mən sənə sonra yeməyəcəm bundan sonra, bu küçə söyüş deyil, söyüş deyil bu. Adam orada bunu təhqir deyil, ağır söz deyil, amma küçə söyüşü ilə söyüş başqa şeydir. Sən durub bu formada niyə eləməlisən? Niyə bunların onunla bunu bu şey danışmalısın, müzakirə etməlisən? Qardaşlar, aramızda mən yedirəm, bu baş dediyim şeylər var ha. Nə Abid Qafarov, nə Əli Quliyev, nə Qurbanın, nə Xatirə xanımın, nə bir başqası parlamenti dağıtmaq niyyəti ilə hakimiyyətin sifarişini eləmir. Bu, mən belə səbəb edirəm ki, bu bizim xarakterimizdəki qüsurlarla bağlıdır. Ən çox qüsur da mənim aranızda. Bəzən düzgün adekvat reaksiya verirəm, bəzən həddən artıq kəskin reaksiya verirəm, olur belə şeylər, insanıq. Amma
bizdən tələb olunan odur ki, əgər səhv eləmişiksə, birinci özümüz başa düşək ki, səhv eləmişik. Bunu belə eləmək olmaz. Rəyasət heyəti haqqında belə fikir formalaşdırmaq olmaz. Zakir Surov deyəndə ki, Abid verməsə namizədliyi, mən də verməyəcəyəm. Mütləq Abid Qafurov dərhal deməlidir, Zakir bəy Ağsaqqal, sən mənim böyüyüm, mən sənin kiçiyim. Qadanım, xahiş edirəm, mənim adımı belə şeydə hallandırma və bu yanaşma siyasi yanaşma deyil. Və bugün Zakir bəy Ağsaqqalınız yenə də Kamranla Abidi müqayisə üzrə qoymaq istəyir. Bu düzgün deyil bu hərəkət. Görülən işlər hamısı bizimdir, parlamentindir. Bu kollektiv əməyin məhsuludur. Ona görə də problemin yaranma səbəbini dəqiq xahiş edirəm, amma bilsin, Əlqo Emrə dedikləri yanlışdır və bitərəflidir. Belə olmaz. Mən çox xahiş edirəm. Kimin nə sözü var? Mən 4 saat oturmağa hazırım. İstəyirsiniz, davam edək, sabah da davam edək. Amma bir deyilməlidir. Təşəkkürlər. Nə bugün 4 saat otururum, nə yetər artıq, mən 6 saat otururam. Mən bitirdim sözümü, sağ olun. Amma mən bir şey deyirəm ki, gələn iclas bu məsələlər həll olunmalıdır. Açıq iclasda. Ki, mən qapalı iclasda bu müzakirələrin tərəfdarı deyiləm. Çünki biz burada efirdən tamaşaçılara bir mesaj ötürdük. Arkada başqa şeylər görürük. Bu artıq xalqla bizim aramızda münasibətlərin itməsinə gətirib çıxardır. Mən isə buna razılaşıram. Xatirə xanım, rəyasət heyəti qərar qəbul etsin. İclasda baş verənləri video materialını təqdim edeyim. Mən də hazırdır hamısı bizdə. Ataxan bəndə çıxışı hamısını bir qoyub ortalığa. Burada danışmaq ehtiyac yoxdur ki. Bu iclası... Məzahir özü biləcəkdir ki, kimdir, nə baş verir orada. Vəssalam. Bir dəqiqə, Qurban bəy. Mən burada təklif edirəm, Ərəsmin bəy buradadırsa. Bugünkü bu qapalı iclas efirə getsin və gələn iclasda bu iclasın davam olsun. Əgər bu formatda olmasa, özürlü sayın, mən parlamentdə davam edə bilmirəm. Mən hiss edirəm ki, mən davam edə bilməyəcəm. Çünki qeyri-səmimi, tərəf tutmaqlıq, bu iş olmur. Həqiqətən komanda işi alınmır. Bu baxımdan mən təklif edirəm, xahiş edirəm ki, Ərəsmin bəy də, Ataxan bəy də bu məsələ ilə bağlı fikirlərini indicə bildirsinlər ki, biz bu parlamentin bu qapalı hissəsini efirə veririk ya yox. Ki, gələn iclas bunun davamı olmalıdır. Xahiş edirəm, Ataxan bəy bu arada fikrinizi biləsiniz. Birinci Ərəsmin bəy, buyurun. Xatirə xanım, bu iclas qapalı olub. İclasın... Bəli, rəyasət heyətinin qərarı ilə bu qapalı olan iclas... Qapalı iclasın asıl keçirilməsi üçün iclasdan sonra bu qərarın qəbul edilməsi düzgün deyil. İnsanlar bunun qapalı olmasını nəzərə alaraq fikirlərini deyiblər. Ataxan bəy, bizim reglamentə görə qapalı iclasın materialları qərarla yayıla bilər. Bəli, qərarla yayıla bilər. Mən də rəyasət heyətindən soruşuram. Buyurun, Ərəsmin bəy. Mən əleyhinə deyiləm. Mən öncədən şəffaflığın tərəfdarı olmuşam. Bu dünyada bir dənə güclü silah var. O da şəffaflıqdır. Vəssalam. Təşəkkürlər. Abid bəy. Mənim etirazım yoxdur. Təşəkkürlər. Ataxan bəy. Mən etiraz edirəm. Qapalı iclasın, yəni bunu açıq elə... Mən tərəfdarıyam. Ona görə 3-1-ə. Xahiş edirəm, Qurban bəy. İclasın qapalı hissəsini də bugün Azərbaycan kanalına yerləşdirəsiniz ki, bizim izləyicilərimiz xalqımızın xəbəri. Bir dəqiqə, nicamnamaya, reglamentə baxaq, sonra deyərik. Xatirə xanım. Ataxan bəy. Var. Açın baxın. Bu dəqiqə nicamnamada görə qapalı iclas hansı əsaslarla açıq edilə bilər. Oxuyaq da burada nə var ki, biz yazmışıq da. Bu dəqiqə. Səsi vermədə keçə bilərik də yəqin. 3.4. 3.4-ə bax. Bəli. Xalq parlamentinin qapalı iclaslarının məzmunu yalnız həmin iclasda iştirak edən millət vəkilləri, rəyasət heyətinin üzvləri yox. Rəyasət heyəti də var. Tələsmə, Ataxan bəy, yox o. Bunu mən yazmışam. Bu situasiya yoxun yazmışam, bunları. Yarıdan çoxunun razılığı və ya rəyasət heyətinin qərarı ilə aşkarlanan mətbuata yayıla bilər. Buyurun, yayın. 3-1-ə, bəli. Qurban bəy, mən sizdən xahiş edirəm ki, bugün iclasın qapalı hissəsini yayınlayasın. Məsələn, Azərbaycan Cümhuriyyətindəki gələn iclasa qədər bizim seçicilərimizin burada baş verənlərdən xəbər olsun. Millət vəkilləri görsünlər ki, 3.4 Xalq parlamentinin qapalı iclasların məzmunu yalnız həmin iclasda iştirak edən millət vəkillərin yarıdan çoxunun razılığı və ya rəyasət edən qərarı ilə aşkarlanan mətbuata yayıla bilər.
Burada 24 nəfər iştirak edir. Bilmirəm, burada qonaqlar da var. Lab olsun 20 nəfər. Yəni millət vəkillərinin 10-undan çoxu, 11 nəfər də razılıq versə bu yayıla bilər, rəiset heyətinin qərarı ilə yayıla bilər. Rəiset heyəti üçündür artıq qərar verir. Bəlkə səbr eləyən bu yaradılan komissiya tərkibində də bu söhbəti axıra çatdırarım. İndi Dostlar, mən başa düşürəm, amma mən bir şeyi, mən bilmirəm rəiset heyəti üzvləri necə belə bir şeyə qol qoya bildilər. Belə bir komissiyanın bu cür ağır məsələləri, bilmədikləri, həddindən çox dərinliklərini bilmədikləri məsələni araşdırmaq üçün onlara aylar sərf olunacaq. Xəbər deyəcəksiniz, biləcək. Qurban bəy dedi, mən eşitdim ki, Abid bəy burada kiminsə var yoxuna söyləyib, ya nəsə üzünə söyləyib. Yox, elə yox. Məsələlər daha dərindir. Rəşad bəy, məsələlər daha dərindir, ona görə də mən qrupu baş vermiş... Allah eləməsin, yox, Rəşad bəy, Abil Qafarov elə söyməyib heç kəsin ünvanını. Mən misal üçün dedim. Nəysə, yəni... Birisi bu qeyri-ciddi görünəcək biz. Mən çox üzr istəyirəm, qeyri-ciddi görünəcək. Verdiyimiz qərarı, açıq efirdə verdiyimiz qərarı biz əməl eləməyəcəyik. Yaxşı, heç belə deyək də, o 5 nəfər adam seçsin ki, qoyuruq kənara, öz aranızda razılığa gəlin. Bu, məsələn, bu qapalı hissəni efirə vermək çox biabırçı bir vəziyyət tanınacaq. həm də cəmaət bundan bir şey başasmayacaqdır. Yenə fikirləşəcəklər ki, nə baş veribdir. Bayaq, məsələn, Ataxan bəy dedi, hamı sərbəst, burada sərbəstlik istəyir, heç kim öz aramızda danışdığımız söhbət kimi gedir. Və belə deyir, mən bir yaxda belə söykənmişəm. Mən şəxsən belə görünmək istəmirəm. Mən burada söykənib, uzanıb, mən belə deyir, həmkarlarımla, özünə yaxın bildiyim adamlarla oturmuşam da, burada elə bir söhbət edirik. Mən bu cür görünmək istəmirəm şəxsən. Bunu nə deyirsiniz? Şah bəy, siz bura gəlməzdən əvvəlcə reglamentdən xəbəriniz var idi axı sizin. Oxumusunuz. Yox, oxumuşsunuz, gəlmişsiniz bu verilişə. O necə olur? Yox, biraz səmimi olaq da. Bəli. Hörmətli millətvəkilləri, rəiset heyəti artıq öz qərarını verdi. Xahiş edirəm, təmkinlə bu məsələyə yanaşaq. Qapalı iclasda və ciddilik. Mən necə oturmuşam kostyumda. Mənə də istidir, mənə də narahatçılıqdır. Amma mən məcburam, anlayıram ki, ciddi məsələlər burada müzakirə olunur və o zaman belə dəyişməmişəm. Həmən maddədə video yazıdan söhbət getmir, iclasın məzmunundan. Buyurun, çıxarın, biz press release hazırlayın, qapalı iclasın məzmunu ilə verin. Video yazı... Press release hazırlamağa hazırsınız siz. Gecəni yatmaq press release hazırlamağa hazırsınızsa... Mənə bir vəzifə qoydular, əsaslama yazmam. Mən bu gecə əsaslamayı yazacağım. Press release hazırlamağı kim hazırlayacaq? Press release hazırlayın, siz hazırlayın. Yox, mən hazırlayan deyirəm. Mən deyirəm ki, iclasın məzmunu ilə, video yazısı ilə bağlı, yox, məzmunu ilə. Yox, mən 7 saat iclas aparıb elə oturub press release də yazmalıyam bu barədə. Qoyaq insanlar baxın, kimdir o press release oxuyan? Ataxan bəy. Ataxan bəy, o press release oxuyacaq. Üzr istəyirəm mən. Mən üzr istəyirəm, Ataxan bəy. Bu millət belədir, sübut etmədən özüm hüquqşünas kimi bilirsən belədir. Video, material, fakt başqa şeydir. Söz, yazı, informasiya başqa şeydir. Mübariz İsmailov gözü ilə görməsə ki, videoda Abid ya Qurban ya Əli Quliyev, mən Əli Quliyevin mənim haqqımda axırında elədi çıxışı, mənim çıxışım nəyin əsasında mənə elə təhqirlər eləyirdi, icazə verin, video yayaq, onda Mübariz İsmailov özü sorsa, Əli bəy, Qurban burada nə deyib ki, sən bunu belə yıxıb sürürsən? Ay Abid Qafarov, nə baş verir? Sizin istinad etdiyiniz maddədə video yazıdan söhbət getmir, iclasın məzmunundan söhbət gedir. Necə? Video yazıdan söhbət getmir, iclasın məzmunundan söhbət gedir. İclasın məzmunu başqa şeydir, video yazı başqa şeydir. Buyurun, məzmunu çıxardın, informasiya eləyin məzmunu. Verin. O mənasız bir şeydir, Ataxan bəy, birincisi. İkincisi, məzmun deyiləndə həm də video formatda məzmunda nəzərdə tutula bilər. Mən başa düşmədim. Sən deyirsən, yəni... Kimə özümüzü sübut eləmək istəyirik? Onu bir də oxu, Ataxan bəy, bir də oxu, bu qanun, maddəni bir də oxu. Oxuyuram da Xalq Parlamentinin qapalı iclaslarının məzmunu yalnız həmən iclasda iştirak edən millət vəkillərinin yarıdan çoxunun razılığı və ya rəiset heyətinin qərarı ilə aşkarlana mətbuatda yayıla bilər. Mətbuatda yayıla bilər də, məzmun video formatda yayılacaq da nə var ki burada? Video yazı yox. Video yazı başqa şeydir, məzmun. Orada qadağa deyirəm, var və yazıb məzmun elə yayılır da, nə deməkdir məzmun yayıla bilər? Məzmun, press release hazırla məzmunu yayılır. Elə şey yoxdur, press release başqa şeydir o. Bizim burada
oturub stenogram yazmaq nə vaxtımız var, nə həvəsimiz var, nə tələb indiyə qədər olmayıb. İndiyə qədər bütün məsələlər video xalqı təqdim olunur. Video yazı reglamentdə əgər video yazı istəyirsə reglamenti gəlin əlavə edək. Bundan sonraki məclislərdə video yazını yayarıq. Mən tələb edirəm ki, bu iclas və 3-1-ə səs verdi gəlsin. Sədrimiz də buna etiraz edəmir. Buyurun hazırlayın qapalı məzmunla bağlı informasiya hazırlayın yayında. Bu formatda. Yox, bu yayılmasından ziyan nə var Ataxan bəy? Yəni nə var ki? Mən bir şey başa düşmürəm. Bunun yayılmasından problem çözülürmü? Yox, gələn iclasa hazırlıqdır bu. Ən azından mərhələ başlayır. Ən azından parlamentdə baş verən böhranı, çünki həqiqətən rəiset heyətində böhran baş verirsə, bu bütövlükdə parlamentdə böhran deməkdir. Böhrandan çıxmaq üçün ən azından bu müzakirələrdə həm bizim parlamentdə baş verdiyi seçkilərimizdən xəbər olmalıdır, həm də ki, bizim həll etməyimiz üçün bir birinci addımdır. Açıq Elə ən yaxşısı olar ki, hansı ki o hadisə baş verir, Abid bəy nə deyib, Qurban bəy nə deyib, Əli bəy nə deyib, həmin hadisənin yayında ən yaxşısı odur. Açıq müzakirələr olacaqdır, hər şey təqdim olunacaqdır. Parlament sədrinin indi qərarına əleyhinə çıxmaq, onun gündəliyə saldığı məsələnin gündəlikdən çıxarılması, nəticəsinin nə olduğunu hiss edirsə. Rəiset heyəti qərar verə bilirsə, qərar verin həmin videonun yayında. Burada nə var ki? Bunu yayına kim onu yayın? Təşəkkürlər. Qurban bəy, xahiş edirəm. Mənim xahişim deyil, istəyirsiniz, nəzərə alsınız, istəyirsiniz almasınız. Burada 3-1-ə rəiset heyəti səs verdi ki, ictimailəşsin. Və ictimailəşmək də video formatda. Mənim istəyirəm ki, mənim dediyim formatda, mənim emosiyalarımla, görünüşümlə, səsimlə, dəqiqliyi ilə çatdırılsın bu iclas xalqı. Təşəkkürlər. İndi burada çox adam əl qaldırıb, mən bilmirəm, biz də saat neçədə də oturmalıyıq ki. Mən təklif edirəm ki, bugün biz iclası yekunlaşdıraq. Çünki beləcə biz gündən otura bilərik, artıq bizim psixikamızı pozur. Mən səhər saat 6-dan oyanıram. Onu yekunlaşdıraq. Mən xahiş edirəm, mənə söz verin. Siz bugünləri hamıdan çox danışmışsınız, Əli bəy. Çox xahiş edirəm yekunlaşdıraq. Sağ olun. Sağ olun, iclası bağlayıram.